Qədim Naxçıvan klubunda bizim burada şəhidlərə həsr olunmuş tədbirlər, kitabların təqdimatları tez-tez keçirilir. Bizim Qarabağın azad olunmasında şəhidlərin müstəsna rolu var, biz onlara borçluyuq. Azərbaycan Prezidenti 2021-ci ilin mayın 12-sində Şuşada uzun fasilədən sonra Xarici Festivalının açılışında dedik. Biz Şuşanın azad olunmasını qəhrəman şəhidlərimizə borçluyuq. Və bugün də şəhid anaları, şəhid doğmaları bura yetişir. Mən istəyirəm ki, tədbirimizin öncəsi bizim şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yazsın. Allah rəhmət eləsin. Burada toplaşan şəhid analarının əllərindən öpürəm. Siz böyük övladlar böyüksünüz. Onların hesabına bizim ləyaqətimiz bərpa olunur. Yazıçılar Birliyində cavan yazıçılarımız arasında Esmira Günəş xanım da xüsusilə şəhidlər haqqında, şəhid ailələri ilə, həman analar haqqında kitablar müəllifidir. Mən onu artıq neçə ildir tanıyıram. Bizim deməli 2016-2017-ci illərdə Gənc Ədiblər Məktəbi var idi. Onun müdavimi olmuşdu, amma biz o vaxt o diplomu almamışdıq, təqdim eləmə imkanı olmamışdı. Və bugünkü tədbirdən istifadə edərək mən istəyirəm ki, deməli, Anar müəllimin və mənim imzamla 3-cü Gənc Ədiblər Məktəbinin məşğələlərində fəal iştirak edərək ədəbi yaradıcılığın nəzəriyyəsi və təcrübəsinə yiyəlindiyinə görə tərtib olunduğu bu diplomu sizin huzurunuzda Esmira xanıma təqdim edirik. Eyni zamanda bizim son günlər qadın yazarların söz dünyasından kitabı nəşr olunub. Bu kitabda da Esmira xanımın yazıları var. Bu kitabı da mən sənə hədiyyə edirəm. Geçən dəfə Esmira xanımın tədbirində deyirəm ki, sən tədbirini kim aparacaq, kim idarə edəcək, deyir, həm özü. Rayonlarda, bölgələrdə mədəniyyət idarələrinə məktublar yazılır, orada da tədbirlər keçirilir. Bu cür belə candan bu işə könül qoyub şəhidlərimizin xatirəsini əbədiləşdirmək yolunda yazılar, məqalələr çap etdirir, kitablar çap etdirir. Buna görə əzizim, mən də sənə təşəkkür edirəm. Fəaliyyətində uğurlar arzulayıram. Bir daha şəhid analarımızın əllərindən öpürəm. Mənə icazə verirsiniz, mənimki də katibliyin icrası da gedir. Sağ olun. Teşekkür ederim. Teşekkür ederim. İnşallah ki, gözəl dünyada olan tədbirimiz olacaq. Azərbaycan Yazıçılar Birliyində mənə ən doğma insanlardan biridir Rəşad Məcid. Onun xeyir duası ilə yanaşmaq mənim üçün çox önəmli və əhəmiyyətlidir. Sağ olsun, bundan ikinci dəfədir Yazıçılar Birliyində olan kitab təqdimatlarımın ilk açılışını edən, ilk direkt sözlərini xeyir duasını verəndə Rəşad Məcid olur. İnşallah tamam olar, Allah ona uzun ömür, can sağlığı versin və hər zaman gözəl günlərdə bir araya gələk, hər zaman bir-birimizə dəstək olaq, bu 3 günlük dünyada qəlbdirlər, incitməyə dəyməz, bir-birimizin könlünü ələ almağı bacaraq inşallah. Bugün mənim tədbirimdə mənim üçün ən doğmalarından da doğma olan, ən yaxınlarından da yaxın olan şəhid ailələr iştirak edir. Ona görə də əziz şairlər, jurnalistlər, qiraətçilər, kitab sevərlər, hətta qazilərimizdə. Mən inanıram ki, sizlər də məndən razı olarsınız ki, ilk çıxış üçün sözlər məhz onlara verilməlidir. Bu tədbirdə də çalışacağım tədbirimiz ümumiyyətlə yığcam olsun, çox uzadıb, nə sizləri yormaq istəmirəm, həm də uzaqdan gələn şəhid ailələrində onları yolundan eləmək istəmirəm. Bunu nəzərə alaraq çıxışlarımızı qısa və yadda qalan eləsək, tədbirimiz daha maraqlı keçər. Ən əsası isə
mənim tədbirimdə çıxış üçün ilk söz şəhid ailələrinə veriləcək. İlk öncə, gəlin onları tanıyaq, onların övladlarını tanıyaq. Daha sonra tədbirimdə iştirak edən hər kəsə bacardığım qədər çıxış üçün söz verəcəm ki, onlar mənə dəyər verib, bugün tədbirimdə iştirak ediblərsə, mənim üçün də dəyərli insanlarlar. Və bir də burada kiçik bir aksiyada həyata keçirirəm. Kitablarımı əldə etməklə bağlı maraqlananlar üçün elanı tədbir başlamamışdan verim, çıxışlardan əvvəl. Şairi sevindirmək elə də çətin deyil. Bir kitaba yazısı var orada. Bu dəfə mən kitablarıma qiymət qoymamışam. Təbii ki, hər bir şair üçün yazdığı əsər dünyanın ən bahalı əsəridir, ən böyük xəzinəsidir. Mənim üçün də elə. Onlar mənim gözümün nuru ilə ərsəyir. Onlar mənim yuxusuz gecələrimdir, əziyyətimdir. Amma qiymət qoymuram. Qiyməti sizlər biləsiniz. Kimin ürəyindən nə keçir, əsas məqsədiniz dəstək olmaq olsun, kitab almaq olsun və yaxud da kitab oxumaq olsun. Hətta oxumağa vaxtı olmayanlar belə bir kitab alıb oxuyanları, gözü yolda olub kitab ala bilməyənlərə hədiyyə edirlər. Kimlər istəsə, kitablarım köşkdə yolunuzu gözləyir. Tədbir boyu yaxınlaşıb, könlünüzdən keçəni hədiyyə edərək kitabınızı götürə bilərsiniz. Və indi başlayaq tədbirimizin dəyərli qonaqlarına, dəyərli şəhid analarına. İcazənizlə elə yanından, sol yanından, ürəyimin yanının başında əyləşən şəhid analarıyla başlayaq. Sumqayıtdan gələn şəhidimizin anası, bizim Niyaməddinimizin anası Həcər hanım. Buyur, söz sənə. Çox sağ olun. Hər kəsi salamlayıram, xoş gördük. Mən ismə adınıza məlumatını verdik. Sumqayıt şəhidi 218-ci Kəşfiyyat taborunun komandiri Ələkbir Niyaməddin Saburoğlu'nun anasıyam. Mənim oğlum, yəqin ki, hər kəsin haqqı var şəhidlər üçün mənim oğlum demək. Mən də bir ana kimi öz oğlumu təqdim edəməklə. Üzüntü olsa da fəxrımla böyük. Üzüntü içimizdədir, heç kəs üzüntüyə məhlum ola bilməz, bilmirlər. Amma şəhidin zirvəsi yəqin ki, o qədər Allahın da huzurunda, bəndənin də qəlbində o qədər hündürdür ki, ucadadır ki, hər kəs qəbul edir ki, şəhidlərlə fəxr etməyə. Niyə fəxr edirik şəhidlərimizlə? Şəhidlərimizin əziyyəti, əzabı, işi məlumdur. Hər gün işi hər kəsə, hər kəsə yol keçirməyə çoxuna məlumdur ki, ən çətin işə, ən çətin sənət həyatda hər iki həyatıdır. Mənim oğlum da o yolu 11 il keçirdi. İlk adamın uzanmasında başlayıb, bu yıl təxminən sınava gəlmişəm, yumuşaq olsun, Rağıb Oruçoğlu'nun komandirliği altında məktəb yolunu keçib, onun yolunu davam edib. Axırıncı şehirdə Beyləqanın 218 Kəşfiyyat taborunun komandiri oldu. Aprel döyüşlərindən sağ çıxsa da, yaralanıb çıxsa da, 44 günlükdən qutara bilmədim. Yəqin ki, şəhidlik zirvəsi ona qismətlə yazılmışdı ki, 11 ilin əziyyətini çəksə də o geri dönmədi, o yolu canla, başla, həvəslə o yolu getdi. Düzdür, hər dəfə danışanda analardan çox eşitmişəm deyir ki, mən oğluma get dedim, döyüş dedim, qələbənizi qazan, bayrağımızı qorun. Mən yalan deməyəcəm, mən 11 il əməzinə getmə dedim. Demədim, çətindir, Niyaməddinin axı çətindir, axı bunun bir yoxma var, gəl, gör. Bir dəfə dedim ki, heysən, gözəl uşaqdır. Hər kəs uşağı üçün gözəldir. Həqiqətən sizə uşaqdır. Demədim, heysən, əlin ayağını belə. Qaynama, gəl, gör, orada necə qollar var. Sən də məni laf mücizə sərsin. Orada elə qollar var ki, mən onların kölgəsində qalırım. Allah bunu şad eləsin bütün şəhidlərimizin.
Allah yollarını onlar zirveye kaldırdıkları yoldan devletimizi, milletimizi döndürmesin. Əzabla, əziyyətlə, qanları bahasına qaldırdıkları bayrağı qorusun, bilməsin. Hər bir kəs, yəqin ki, öz içində, öz ölçüsündə az mı, çox mu şəhidə yer verir. Amma təkcə şəhid deyil, dövlət, millət, torpaq o qədər ucalı ki, hər kəs onun üstündə addımladığı addımın haqqını verməlidir. Mən arzu edirəm ki, heç kəs o addımın haqqını tapdırılmasın. Heç kəs şəhidlərin haqqını tapdırılmasın. Qazilərimizə dayaq olsunlar. Qazilərimiz çox əziyyət çəkir. Allah onlara kömək olsun. Allahdan bir də onun Allah xoşuna gəlməsin deyəcəm ki, o yuxarıda qələm tutanlara Allahdan insaf deyirəm ki, o qazilər bir də incitməsinlər. Və şəhidlərin çoxsuz keçibdir. Qalanları Allah qorusun. Allah yaxşı işləri hər birdə qabağınıza çıxarsın. Yaxşı adamlarla arasın. Çox sağ olun. Burada mənim səssiz analarımdan Rəna anam dayanır. Rəna ana 4 oğul böyütmüşdür. 44 günlük vətən müharibəsində 2 oğlu da döyüşlərdə iştirak edib. Biri yaralanıb, qazi olaraq qayıdıb yanına. Biri də 44 günlük vətən müharibəsinin qəhrəman şəhidlərindən birinə çevrilib. Şəhidimiz Ruslan Məmmədovun anası Rəna anamızdır. Asiya anamız var yanında. Asiya anamız hər gün burada yaşayan analardan bilir. Çünki onun anaları öz adını daşıyan oğlun üzünü görmür dünyadan keçən. 44 günlük vətən müharibəsində iştirak edən qəhrəman analarımızın bir qızı var idi. Bir də oğlu olacaqdı. Leytinant idi. Özüm danışlayayım. Ancaq o, övladı şəhid olduqdan sonra dünyaya gəldi və atasının adını daşıyır. İndi maşallah 5 il keçir. Balacalar da böyüyüb. Amma hər biri qəhrəman atanın övladlarıdır. Hər biri bizim başımızın tacı, gözümüzün nurudur. Həmçinin də Asiya anamız bizim üçün dəyərli, əziz analardandır. Növbəti şəhid anamız mənim tədbirimdə ilk dəfə çıxır. Ona görə istəyirəm ki, övladı haqqında məlumat həm özü desin, həm də onun səsini eşidək. Əliyev Aydın'ın, Əliyev Aydın'ın anasıyam. Aydın tək evladıydı, bir bacısı var idi, özü tək evladıydı. Könüllü gedib, özü gedib, könüllü yazılıb. Vətən uğrunda, özümüz cəbhə bölgəsindən olduğumuza görə elə həmişə deyirdi ki, Aydın'ın əmisi də, dayısı da şəhid olur. Elə həmişə deyirdi ki, mən gedib əminin, dayımın qısasını alacağım. Getdi, aldı da. Allah şəhidlərimizə rəhmət eləsin. Burada bir şəhid bacısı dayanır. Elə analar kimi, atalar kimi ürəyi, qardaş həsrəti ilə yanan, gözündən yaşı bir gün belə qurulmayan şəhid bacısı dayanır. Tədbirində 2 şəhid bacısı var. Sırayla ona da yaxınlaşıb söz verəcəm. Bizim Rübabəmiz Xaçmaz şəhidlərimizdən Fəxrəddin Fərəcovun bacısıdır. Anasının səhhətində problemlər olduğu üçün bugün tədbirimizə gələ bildim. Amma onun kitabını dünən aparmışdım, dünən evlərində təqdim elədim. Rübabə 1 il ərzində qardaşını deyim ki, bəlkə də tanıtmadığı bölgə qalmadı. Mənimlə birlikdə qarış-qarış bölgələri, şəhid ailələrini ziyarət elədi, tədbirlərdə iştirak elədi. Qardaşının dəfələrlə bir neçə kitabda nəşr olunmasını təşəbbüs göstərdi. Hətta tanımadığı şəhid ailələrini belə sevərək ziyarət edir. Allah sağlam can, uzun ömür və bol-bol ruzi bərəkət versin ki, bundan sonra da necə ki tanımışıq, bax elə qalsın, necə qürur duyuruq, hər zaman qürur duyaq. Şəhid bacısı deyəndə mənim xəyallarımda Rübabənin obrazı canlanır. Allah razı olsun, ayaq üstə qatlaş.
olun. İsmail xanım məlumat verdi. Allah razı olsun. Təşəkkür edirəm. Xaçmaz rayonunda şəhidi Fəxrəddin Fərəzovun bacısı. Atamın, anamın adından burada iştirak edirəm. Allah bütün şəhidlərimizin məqamını uca eləsin, ruhunu şad eləsin. Allahdan bütün şəhid valideynlərinə səbir, dözüm arzulayıram, sağlam can arzulayıram. Öz atama, anama da deyirəm. Bacı, qardaş bir yana, şəhidi yaşatmaq üçün atadan, anadan öndə olan bir şey yoxdur. Allah analarımıza, atalarımıza ömür versin, şəhidlərimizi yaşatsınlar. İsmail xanıma da öz təşəkkürümü bildirirəm. Bu yolda uğurlar arzulayıram. Qələmi həmişə yazar olsun. Allahdan arzum budur ki, İsmail xanım kimi yazarların sayı çox olsun. Yəni, mənim aləmimdə bir bacı kimi şəhidi yaşatmaq üçün, yəni, ən önəmli bir şey mən bu kitabları görürəm. Kitablar unudulmur, kitablar qalır, kitablar illər belə keçsə, onları xatırlayırıq. Çox sağ olun, təşəkkür edirəm. Yanında bir adamımız da Binə qəsəbəsindən bugün Yazıçılar Birliyinə qonaq gəlir. Bir il olar tanımışıq. Bir ildə bir neçə dəfə evində ziyarətdə olmuşuq. Hətta Binə Mədəniyyət Mərkəzində keçirdiyim tədbirdə də qonaq olub. Qəhrəmanımız Tural Abdullayevin anasıdır. Vətən müharibəsi qəhrəmanı Tural Abdullayevin anasıdır. Bir-iki kəlmədə olsa istəyərdik səsini eşidək. Çünki Turalımızın burada atası da iştirak edir. Ama deyir ki, ata ürək sözlərini paylaşsın. Çox sağ olun. Allah sizlərə səbir niyət eləsin. Bütün tədbirçilərlə salamlayıram. Biz bildiyimiz kimi Vətən müharibəsində bizim evlatlarımızın göstərdiyi qəhrəmanlığa görə tez-tez tədbirlərlə görüşürük, tez-tez tədbirlərlə görüşürük. Onun üçündəki tədbiri hazırlayanlar, təşkil edenlara təşəkkür edirəm. Şəxsən İsmail xanım sizə təşəkkür edirəm. Dedikdə siz belə tədbirlər hazırlamışsınız. Deməli, şəhid ona görə bizim üçün müqəddəsdir ki, istiqlaliyyət, hürriyyət, azadlıq, suverenliyin bədəli qanun. O qanı da verən şəhidlərimiz. Düzdür, o döyüşlərdə 100 minlərdən döyüşçülərimiz, qəhrəman əsgərlərimiz döyüşdür. Amma ora qanı tökülənlər şəhidlərimiz. Çünki ona görə də bizim şəhidlərimiz həmişə bizim üçün müqəddəsdir. İstər 1-ci Qarabağ olsun, istər 2-ci Qarabağ müharibəsi, antiterror olsun, orada hamısı fədakarlıqla döyüşən qəhrəman olanlarımızın həmişə bizim əlimizdir. Qalib ordunun fərdi qəhrəman olmur. Qalib ordunun ümumi qəhrəman olmur. Hamısı qəhrəman. O ordu ki, orada əskərindən tutmuş generalına qədər hamısı qəhrəman. Baxmayaraq ki, orada fərqlə mərtələsinin üstündə qeydatma verirlər, başqalarına da verir. Amma elə deyil, hamısı qəhrəman. Bizim üçün də qəhrəman olacaqlar, tarix boyunda yazılmışdır. Həmişə də mən tərbiyyədə çıxışlarında onu qeyd edirəm ki, xalqımız unutmasınlar ki, düzdür. 1-ci Qarabağ müharibəsinin iştirakçılarının, döyüşçülərin təcrübəsindən formalaşan bizim üstün qeydatdılar. Bu müharibədə həqiqətən üstünəslər rolları olmuşdur. Onlar bu qalibiyyətdə onların çox mühüm hərəkətlər olmuşdur. Yəni ki, 1-ci Qarabağ müharibəsi, 2-ci Qarabağ müharibəsi, onların fərqi yoxdur. Bunlar bizim üçün canlarından keçən şəhidlərimiz olmuşdur. Onlar da can verirlər, qan tökürlər. Heç vaxt unutmaq olmaz. Onlar ya bunu eləmir, ya onlar torpaq, onları döyürlər. Onların da canlarını fəda verirlər. 14 min, 15 min şəhidlərimiz olmuşdur, hərbi şəhidlərimiz olmuşdur o vaxt. Qəhrəmanlarımız olmuşdur. Çünki o vaxt qəhrəmanlıq, fərdi qəhrəmanlıq çoxdur. Amma indiki döyüşdə ümumi qəhrəmanlarımız. Burada fərdi qəhrəman demək olmaz. Tural qəhrəmanlı, o birisi qəhrəman deyil. O 1-ci Qarabağ müharibəsində fərdi qəhrəmanlarımız çoxdur. Onun üçün də ki, mən bütün şəhid valideynlərlə də həmişə deyərdim ki, heç nəyi birlikdən aramayın. Azərbaycan ərazi bütövlüyündə canından keçən bütün vətəndaşlarımız bizim üçün əzizdir. O şəhidlərimiz heç fərqi qoymadan, Turalından,
nədir, fərqi qoymadan mənim üçün eynidir. Çox sağ olun, çox söz deyəndə vaxtınızı almaq istəmirəm. Amma biz yadda saxlamalıyıq, yadımızdan çıxmamalıdır ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda həmişə fədakarlıq göstərən, canından keçən evlatlarımız, oğullarımız da tarixi yaddaşa salan yazıçılarımız, şairlərimiz, mütəfəkkirlərimiz, onlar bacarırlar. Biz bu işləri bacarmırıq, iki kəlmədən söz danışa bilmirəm, amma o boyda kitabları yazıda gətirib bizə verirlər, o da bizdə evdə baxacaq, bizdə nəsil gedən, o belə nəsil baxacaqdır. Çox sağ olun, sizə də minnətdaram, hamınıza minnətdaram, şəhid valideynləri. Sizdəki Allah səbr versin, cümləmizə səbr versin. Sağ olun. Yanımda Beyləqandan gələn, Tovuzdan gələn, solunda da Beyləqandan gələn şəhid anası var. Tovuzdan gələn şəhid anamız var. Eyni zamanda həm də şəhidimizin atası da burada iştirak edir. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu anamız bugün əməliyyatdan çıxıb gəldi tədbirimdə iştirak eləmək üçün. Ürəyinə stent qoyulub. Allah sizə uzun ömür, can sağlığı, şəfa versin və dəyəriniz üçün təşəkkür edirəm sizə. Var olasınız. Şəhidimizin atası da ayağa qalxsın. Anasını da Allah sizləri var eləsin. Rəvan Cəfəroğlu'nun anası və atasıdır. Üstün yorulma əmi danışır. Buyurun. Mənim oğlum komanda şəhidi kəşfiyyatçı Cəfərov olan. Yəni, onlar antiterror əməliyyatında Qarakənddə şəhid oldular. Yolmadır. Şəhid ailələr, analarının şəhidi. Hamıdan şəhid. Beyləqandan gələn şəhid ailəsi var, tədbirimizdə iştirak edən Eşqin Məhdilinin atası da tədbirimizdə iştirak edir, anası da tədbirimizdə iştirak edir. Kim danışacaq? Ataya veririk. Buyur. Ata bir ayağa qalxsın, bir saat. Mən Mehdi Eşqin, bəlkə də şəhidlər məni görməsəz, təəccüblənə bilərsiniz. Mənim Eşqinim anasıdır. Eşqin cənnətə subay köçən şəhidlərimizdən biri olub. Bəlkə də indi bir cümlə işlədəcəm, deyim. Eşqinin anası dünyadan Eşqindən əvvəl keçib. Ancaq Eşqini bax, bu ana saxlayıb, bu böyüdü. O ocağa gəldiyi bir gündən Eşqini özünə övlad bilir. Və günü bu günə qədər də, Eşqin şəhid olduğu bir gündən bu günə qədər də onun xatirələrini yaşatmaq üçün əlindən gələni eləyir. Əslində bu cümlə, bu söz bilmirəm nə qədər yerinə düşər. Kitab dili ilə desək, bəlkə də çoxumuzun öygə yana kimi anlayışımızı kökündən dəyişən bir qadındır bu qadın. Bütün ömrünü Eşqinə doğma analıq eləyərək keçirən bir qadındır bu qadın. Tərlan əmi, Allah sizə ömür versin. Anam, Allah sənə can sağlığı versin. Yaxşı ki, varsan. Eşqin həqiqətən də Allahın seçilmiş bəndələrindən biri idi ki, onun bəxtinə, taleyinə sənin kimi ana düşüb. İkinci dəfə ana həsrətinə son qoyub Eşqin sizi ilə. Allah sizləri var eləsin, şəhidimizin də ruhu şad olsun. Burada Nəcibə xanım var. Nəcibə xanım şəhid ağrısını, şəhid yanğısını illər əvvəldən, İç Qarabağ savaşlarından qəlbində yaşadan qadındır. O bir şəhid yoldaşıdır. Həyat yoldaşı şəhid olanda çox cavan bir gəlin idi. Bir qız, bir də oğul evladı var idi. Amma bugün onun qızı da, oğlu da yetəri qədər vətənimizə layiqincə xidmət edən vəzifəli şəxslərdən biridir. Və Nəcibə xanım o iki övladını tək başına böyüdü. Şəhidinin xatirələrini yaşatmaqla yanaşı
həm oğluna, qızına, ata, həm ana olub, həm də bu gün nəvələrinə qəhrəman bir nənədir. Nəcibə xanım, sözünüz varsa siz eşidək. Daha sonra digər şəhid ailələrini təqdim eləmək istəyirəm. Çünki tədbirimiz başlarında da qeyd elədim ki, mən ilk öncə şəhidlərini sizə təqdim edəcəm. Şəhid ailələri çıxış edəcək. Daha sonra biz digər qonaqlarımıza söz verəcəm. Yanımda Kürdəmirimizin qəhrəmanı Tural Eyübovumuzun anası dayanır. Ana, sənin özün danış da, səndən eşitsinlər. Buyur. Eyübovtura Kürdəmir rayonunda dünyaya gəlmiş bir evlad idi. Sonra onun bir yaşı olanda biz Rusiyaya göçmüşdük. Rusiya şəhərində yaşamışdıq. Tural 7-ci sinifə keçən zaman biz qayıdıb gəlirik vətənimizə. Məqsədimiz də olmuş ki, evladlarımız vətənpərvər ruhunda böyüsünlər, yaşasınlar, vətəni sevən olsunlar. Yəni, bu danışıqlarıma Allah şahiddir. Yəni, niyyətimiz bu olubdu. O yüzden yoluşub gəldik biz Azərbaycana ki, uşaqlarımızın gələcəyi Azərbaycana xidmətə etməkdə olsun. Belə də oldu. Qısa yəni deyəcəm. Tural Bakı Dövlət Universitetini bitirmiş bir evlad idi. Çox gözəl uşağı idi, yaxşı evlad idi. Əsl o Azərbaycanın qeyrətli evladlarından idi. Əxlaqda, hər bir şeydə yəni öndə gedən idi. Onun yəni mənfi cəhəti yox idi ki, indi yarma salanda da deyim ki, hə bu belə evlad idi, yaxşı oldu. Nəsə, yəni amma ki, Turalla mən fəxr edirəm, şəhidlərimizlə fəxr edirəm. Fəxr edirəm ki, onlar bizim alnımızda olan qara ləkəni sildilər. Fəxr edirəm ki, onlar bizim dövlətimizi canlarını qurban verməklə qiymətləndirdilər. Dünyanın hər bir yerində Azərbaycanı qiymətləndirdilər, qiymət verdilər, canlarını qurban verdilər. Tural müharibə zamanı, yəni o ehtiyatda olan tağım komandiri idi. Müharibə başlamamışdan öncə, yəni Polad Həşimovun şəhadətindən sonra deyirəm, amma müharibə qaçılmazdı, mütləq yəqin ki, müharibə olacaq. Onun qısası alınacaq, torpaqları geri qaytarılacaq. Mən də öndə gedənlərdən olacağam. Heç bir zaman demədim ki, oğlum, bir dənə onu dedim, səbirli ol. Allah nə yazar, nə qismət edər, o da olacaq. Beləliklə, Tural müharibə başlayandan, yəni o çox səbirsizlə otururdu, gəzirdi, deyirdi ki, amma uşaqlar orada şəhid olur, mənim vicdanım dözmür. Yəni, qeyrətimə sıxışdıra bilmirəm. Beləliklə, o getdi, ərzəsini qoydu, Atıqal dərinə gəldi, sonra çağırdılar, gülə-gülə getdi. Biz də ona xeyir dua verdik. Dedim ki, mənim oğlum heç kəsin evladından artıq deyil. Əgər çağıracaqlarsa gedəcəklər, mən onun tərəfindəyəm. Həmçinin atası da. Tural 15 ay evli idi. Müharibə gedən zaman üzr istəyirəm, yəni bildi ki, evladı olacaq. Oktyabr ayının 13-ü. 25-i də şəhid oldu. Evladının eşidəndə dedi ki, yəqin, anam, mən şəhid olacam, mənim balamı şəhid balası deyib çağıracaqlar. Artıq onun üzünü görmədi, yeganə evladı Məryəm bu il 4 yaşını tamamlayacaq inşallah. Allah ömür versin. Ümid edirəm ki, böyüyəcəklər, xoşbəxt yaşayacaqlar. Atası ilə fəxr edəcək Məryəmin. Buna ümid edirik inşallah. Allah şəhidlərimizdir, Təşəkkür edirəm. Şəhidimizə ruhu şad olsun. Yarım qalan arzularına balaca Məryəmimiz həyata keçirsin inşallah. Yanımda bir şəhid atası və bir şəhid anası daha var. Onlar tədbirimizə Binədən gəlirlər. Biz onların evinə ziyarətə Rənan ayına Rübabəmizlə getmişdik. Unuda bilmədiyim xatirələrində ömürlük iz salan şəhid ailələrindən biridir. Adətən şəhid ailələrini ziyarət edəndə möhkəm olmağa çalışıram, ağlamamağa çalışıram. Çünki düşünürəm ki, mən onların dərdinin üstünə dərd qoymağa getirəm axı. Bir balaca da olsa fikirlərini yayındırmağa,
o göz yaşlarından uzaqlaşdırmağa gedirək. Amma biz o ailədə olanda atanın hər kəlməsi ürəyimizə elə toxundu ki, deyim ki, bəlkə də o qapıdan girəndən çıxana qədər paramparça oldu ürəyimiz. Ağladıq, hər birimiz bir-birimizə qarışdıq. Bugün onlar mənim tədbirimdə ilk dəfə iştirak edirlər. Qurbanəli Quluzadəni atası və anası. Əmi, bir ayağa qalxın, bir sizi görsünlər. Sən də qalx. Və hansınız danışmaq istəyirsinizsə, bir-iki kəlmə sizə eşidək. Danışanım sonra. Bir-iki kəlmə denən keçim sırayla. Çox minnətdaram Esmər xanım, bizi tanıtdınız. Mən burada şəhid anaları, ataları var, onların qarşısında baş verirəm onlara. Allahdan səbr diləyirəm. Biz də o həyatı yaşayırıq. Allah Teala bizi bir daha müharibə ilə bizi imtihanını çəkməsin. Mən həmişə namaz üstündə bütün şəhidlərimiz üçün mən dua edirəm, onlar üçün salavat Fatihə çevirir. Mən işə gedəndə də onlar üçün and olsun Allah, onlar üçün Fatihə verirəm, bütün şəhidlər üçün. Mən onların qarşısında baş edirəm o şəhidlərin, qırbalan da olmaq istəyirəm. Onlar əsl kişiliklər, kişi kimi də getdilər dünyaya. Mən sizə hamınıza minnətdaram. Esmərə xanım, mən minnətdaram bizi dəvət elədiyimizə görə. Çox sağ olun. Bizim evimizdə Allah səbir versin hamınıza. Sağ ol, Allah rəhmət eləsin. Qəlblərin bununla da olsun. Öpürəm Allah'ım. Var olun. Və yanımda daha bir şəhid xanımı var. Bizim Kərəmimizin həyat yoldaşı Atlas xanım var. O da Qarabağ savaşlarının şəhid acısının ta ilk Qarabağ savaşlarından həm şahidi olub, həm də o yanını ürəyində daşıyırdı. Atlas xanım sözü varsa bir-iki kəlmə eşidək. Sən bizə de ki, Kərəmimizin neçə əmanəti var? Bircə qızı var Kərəmimizin. Allah onu xoşbəxt eləsin, sizi ondan yarıtsın inşallah. Və növbəti şəhid anamız. Mən kitablarımda heç vaxt şəhidlərimizi seçməmişəm, ayırmamağa çalışmışam. Hər zaman məqsədim o olub ki, ilindən, döyüşündən, bölgəsindən asılı olmayaraq hər bir şəhid ailəsi, hər bir şəhid bizim üçün əzizdir, başımızın tacıdır. Sözdə deyil, sözün əsl mənasında ürəkdə, vicdanla bizim borcumuzdur ki, hər bir şəhidimizi tanıyaq. Hamısını tanımasaq da çox şükürlər olsun ki, o kitablar sayəsində, bəlkə də deyim ki, milyonlarla şəhid tanıyıram artıq və tanıdığım qəhrəmanlarımdan biri də məhz hərbi polislərimizdən Seymurumuzdur. O Seymurumuz ki, 2023-cü ildə biz müharibə qutardı dedik, zəfərdi dedik, çox şükür dedik, bundan sonra analar dərd çəkməyəcək, göz yaş tökməyəcək dedik. Amma 2023-cü ildə antiterror əməliyyatları bizə bir daha sübut elədi ki, vətən hər an təhlükədədir. Vətəni qoruyan oğullar olmasa, vətəni qoruyan igidlər olmasa, biz hər an qorxu içində yaşaya bilərik. Və Seymurun məhz antiterror əməliyyatları başlayan zaman ilk şəhid olan hərbi polislərimizdən biridir. Sözü vermək istəyirəm Seymurumuzun anasına. Buyursun. Salam mənim dərd ortaqlarım. Dərdinə, qəminə yoğrulan analar, qürurla üstlənən analar. Qurban olaram hər birimizin şəhid övladına. Mən də antiterror əməliyyatının başlanğıcına səbəb olan 8 polisimizdən, şəhid polisimizdən birinin anasıyam. Mahmudov Seymur. O Mahmudov Seymur ki, biz onun toyuna hazırlaşırdıq. Ancaq dedi ki, ana, gedim qayıdım sonra. Biz elçi getmək istəyirdik. Dedi, ana, mən qayıtmayacağım, birdən bilməzsə kiminsə qapısına gedərsən. Gedim qayıdım sonra. Oğlum getdi, qayıtmadım. Mən onun 92-ci ildə Cəbrayılda qonaq olmuşdum. Erməninin o atdığı topun tüfəngin altından bağrıma basaraq qaçırtmışdım ki, babama nəysə olar. Mən bilməzdim ki, 33 ildən sonra mənim oğlum öz əyağı ilə gedəcək o topun tüfəngin qabağına.
Allah bütün cəmi şəhidlərimizə rəhmət eləsin. Amin. Analara səbir, dözüm, güc, qüvvət diləyirəm ki, bu dərdi qaldıra bilsinlər, çəkə bilsinlər. Çox sağ olun. Sizə də Esmira xanım təşəkkür edirəm. Var olun. Bir məqamı demək istəyirəm Seymurla bağlı. Ana çox istəyirdi ki, həmin məqam kitaba düşsün, ancaq mən o xüsusi məqamı saxladım atalar haqqında yazdığım kitaba. Biz deyirik, kitab oxuyan varmı? Seymurun adını atası illər əvvəl oxuduğu kitabdan qoyur. Oxuduğu kitabda baş qəhrəmanın 2 övladı olur. Həmin 2 oğlun adını öz övladına qoyur. Və çox qəribə məqam burasındadır ki, həmin kitabda da Seymurun adını daşıyan qəhrəman şəhid olur. Dünyadan cavan köçür. Və sanki həmin romanı ata öz həyatında təkrar yaşayır. Və bunu inşallah ki, atalara aid olan kitabımda vurğulayacağam. İstədim bunu burada dilə gətirim ki, ana hər zaman onu deyirdi ki, mənim uşaqlarımın adını ata oxuduğu kitabdan qoyub. Ona görə kitablar bizim üçün çox əzizdir. Daha bir qəhrəmanımın anası var yanımda, Gülhava anamız. Qarış-qarış, bölgə-bölgə şəhid ailələrini ziyarət edən. Oğlundan əvvəl mən heç yeri tanımırdım deyib, oğlundan sonra Azərbaycan hər bölgəsini qarış-qarış tanıdım deyən anamız. O qəhrəmanım ki, özündən sonra 2 yadigar qaldıqsa, son 5 il yüzünü görmək ona da nəsib olmadı. Və mən düşünürəm ki, Ramil getməyib, Ramil bizim aramızdadır. Çünki onun məhz doğum günündə doğuldu qızı. Yanvarın 1-də üzünü görmədiyi Yağmur balası dünyaya gəldi. Sözü vermək istəyirəm Gülhava anaya, buyursun ürəyindən keçənləri o da paylaşsın bizə. Mən də hamını salamlayıram. Hamı terror əməliyyatları zamanı şəhid olmuş Rahil Rəhimovun anasıyam. Mən Esmira xanım qəmli notlara toxunmayacağam. Danışsam, bəlkə bir sutka hamı ağlayar burada, elə də o biri şəhid analarımızda. Sizə təşəkkür edirəm Esmira xanım, çox sağ olun. Allah köməyiniz olsun. Şəhidləri tanıdırsınız, yazırsınız, yazan əliniz, qolunuz var olsun. Allah ürəyinizə sağlıq versin. Şəhidini sevən bütün hər kəsə təşəkkür edirəm. İstər oğlan olsun, istər xanım olsun, hamısına. Allah şəhidlərimizin ruhunu şad eləsin, məqamlıc eləsin. Bizim oğullarımız qəhrəmandır ki, bugün bizləri bir araya yığıb. Mən öz oğlumla tanışmaq istəmirəm, yetərincə yəqin ki, tanıyan tanıyır, tanımayan da tanıyar inşallah. Mən sizi, həmişə siz bizə hədiyyələr edirsiniz. Mən də bugün sizə balaca da olsa bir hədiyyə gətirmişəm. Bunu sizə təqdim eləmək istəyirəm. Çox sağ olun. Təşəkkür edirəm, var olun. Hər biriniz mənim üçün dünyanın ən böyük xəzinəsisiz, ən gözəl hədiyyəsisiz. Nə yaxşı ki, sizləri tanımışam. Allah sizləri var eləsin. Və daha bir qəhrəmanımın anası var yanımda, Ülvi Məhərrəmovumuzun anası. O Ülvimiz ki, əmisi ilk Qarabağ savaşlarında gedib qayıtmayan qəhrəmanlarımızdan biridir, Mirzə Məhərrəmov. Və Ülvi həm əmisinin qisasını aldı, həm də vətən torpaqları uğrunda şəhadətə ucaldı. Xatirə anamızın sözü varsa, eşidək. Ülvi haqqında çox danışmaq olar, çünki Ülvi mənim bir neçə kitabımın qəhrəmanıdır. Sadəcə bir məqamı vurğulamaq istəyirəm, dəfələrlə demişəm, deməkdən yorulmuram. Təsəvvür edin ki, Ülvi hələ 2016-cı il idi elə, Ülvinin Hərbi Akademiyada oxuduğu vaxtlarda Ülvi bir rəsm çəkir və o rəsmdə 7 məzar canlanır. Hansı ki, bu 7 məzarın birincisində öz adı, yanında şəhid əmsinin adı, yerdə qalan boş məzarların üstünə də sadəcə şəhid sözü yazır. Heç bu rəsmdən nə ananın, nə də qeyri birinin xəbəri olmur. İllər sonra Ülvi şəhid olanda eyni yerdə 7 şəhidin nəşi tapılır. Və Ülvinin məzarında hal-hazırda Sumqayıtda, Şəhidlər Xiyabanında Cərgənin birinci şəhidi Ülvidir, yanında da əmsinin şəkli yer alıbdır. Yəni, insan öz gələcəyini necə hiss edib şəkillərə geçə bilərmiş ki? Cənnətə subay köçən oğullardan biridir Ülvi. Ruhu şad olsun, əmisinin də, onun da cənnətdə
Ona qonşu olan bütün şəhidlərimizin ruhu şad olsun. Allah sizə səbir versin, dözüm versin. Və 5 ildir artıq 44 günlük vətən müharibəsindən keçir. İnandırım sizi, mən Sumqayıtda yaşadığım üçün daha çox Sumqayıt şəhid ailələri ilə tez-tez qarşılaşırıq. Şəhidlər xiyabanında tədbirlərində oluram, evlərində, tədbirlərində, ziyarətlərində oluram. 5 il bundan qabaq Ülvinin atası Tahir əmimi görmüşdü. Onun saçında bəlkə də bir dənə belə ağ tük tapmazdınız. Ancaq bu il Ülvinin doğum günündə mən Tahir əmimi görəndə çox pis oldu. İllər insanı şam kimi necə əridirmiş. İndi saçında bir dənə qara tükü qalmayıb bu adam. Çox çöküldü, çox. Gözlərini düşən hər qırışda bala həsrətini oxumaq olur onun. Allah səbir versin, Allah dözüm versin. Nə deyim? İnşallah bizdən sonra gələn nəsillər də bizim verdiyimiz dəyərdən qat-qat artıq dəyər verər və şəhidlərimiz unudulmaz. Daha bir qəhrəman anamızı sizlərə təqdim eləmək istəyirəm. Mənim adaşım Esmira anam. O da 2 oğlunu 44 günlük vətən müharibəsində vətən qoruması üçün sərhədlərə yola salmışdı. Onun da bir oğlu qazi gəldi. Son 5-i ortancıl oğlu. Bizim Sərxanımız, hansı ki ona heç toyda eləməmişdi, xonça da bəzəməmişdi, elçi də getməmişdi. Sərxanımız isə vətən uğrunda canından keçən oğullardan birinə çevrildi. Ruhu şad olsun qəhrəmanımın və sözü vermək istəyirəm Esmira anamıza. Bağışlayan və mehriban Allahın adı ilə, Allahın salamı olsun, biz dəyərli şəhidlərimizə, şəhid ailələrinə, hər bir iştirakçıları hər birimizə. Esmira xanım dediyi kimi mən də 2 qəhrəmanın anasıyam və mən də demək istəyirəm ki, bizim övladlarımız vətənpərvər böyüdü, bizim övladlarımız bütün şəhidlərimiz qeyrətli oldu, imanlı oldu, qürurlu oldu, qorxmaz oldu və ölümün gözünə dik baxdılar. Şəhid Sərxan Əliyev aprel döyüşlərində hərbi xidmətdə olarkən 2 dəfə də yaralanmışdı və heç bizə məlumat da verməmişdi. Biz təsadüfən onu görməyə gedəndə müharibə sonunda biz baxdıq ki, yaralanır. O dərəcədə qeyrətli, qorxmaz oldu. Və 44 günlük vətən müharibəsində də 2 qardaş könüllü olaraq vətənə xidmətə getdilər. Və mən bunu da qeyd edim ki, mənim borcumdur. Xocalı faciəsində bizim də anamın yaxın qohumları orada çox sayıda şəhid verdilər. Hətta Körpə Lalə Çingiz Mustafayevin qucağındakı uşaq mənim anamın büyüsü nəvəsidir. Və Sərxan onu həzm edə bilmirdi. Və şəhid olandan sonra onun bir kitabını biz əşyalarını, kitabların içindən tapmışdıq. 614-cü şəhidlər və orada dərmansız dərdi oxuyaraq işarə etmişdi. Və bunun sayəsində bizim balalarımız şəhid oldular, qazi oldular, yaralandılar. Və onu demək istəyərdim ki, sonda Ali Baş Komandamızın bəyanəti ilə şəhidlərimizin, qazilərimizin, ordumuzun səyi nəticəsində Azərbaycan 44 günlük vətən müharibəsində Ermənistanın qarşısında diz çökdürdü. Daima ruhları şad olsun, məqamları uca olsun, Allah bizlərə səbir versin, güc versin. Onlar bizim başımızın tacıdır və mən onu demək istəyirəm ki, əziz analar, əziz atalar, şəhid yoldaşları, Allah bizi balalarımızın, şəhidlərimizin yanında xəcalətli qərar verməsin. İnşallah ki, onların yanına uzaq oluşar. İnşallah ki, ahirətdə onlarla bərabər olar. Və Esmira xanım, sizə minnətdaram, təşəkkür edirəm. Əziyyətiniz çoxdur və biz anaların adından bu gül çiçəyini sizə veririk. Sizə çiçəyini Allah razı olsun. Hər birimiz var olasınız. Daha bir qəhrəmanımızın anası yanımdadır, Sevil ana. Sevil ana səssiz analarımdan biridir. Danışmaq istəmir, amma istəyirəm ki, bir gürültülü alqışlar da Sevil ananı alqışlayaq. Çünki bu vətən torpaqlarından yeganə oğlunu şəhid vermiş anadır. 2 qızının tək qardaşı idi, arxası, dayağı, köməyi idi. Və 5 ildir, onlar nələr çəkir, çox gözəl bilirəm. Elə mart ayının 28-də qəhrəmanımızın doğum günü idi. Ananın yanındaydıq. İlk öncə Şəhidlər Xiyabanı ziyarət elədik, daha sonra evində olduq.
Necə ki, canımızda can var. Mən öz adımdan danışıram, necə ki yaşayıram. Hər zaman da yanında olmağa çalışacağam. Allah sənə səbir versin. Allah qızlarımı xoşbəxt eləsin inşallah. Onlardan sevindirsin ürəyimi. Sizlərə təqdim eləmək istəyirəm. Ancaq ondan əvvəl Nadirimiz haqqında danışarkən tük ürpərdən bir məsələni demək istəyirəm. Çünki bunu deməsəm olmaz. Təsəvvür edin, ilk Qarabağ savaşlarının getdiyi bir vaxtda Nadirimizin əmisi Nadir Rzayev Füzuli uğrunda gedən döyüşlərdə şəhid olur. 19-18 yaşında. 19 yaşında şəhid olur. Və həmin ərəfədə də bizim Nadirimiz dünyaya gəlir. Yəni 44 günlük Vətən müharibəsinin qəhrəmanı olan Nadirimiz dünyaya gəlir. Əmisinin şəhid olduğu xəbəri gələndə uşağın adını Nadir qoyurlar. Yeni Nadir Rzayev doğulur. İllər sonra 44 günlük Vətən müharibəsi başlayanda 19 yaşında Nadir Rzayevimiz Füzulidə məhz əmisinin şəhid olduğu yerdə şəhid olur. Eyni ad, eyni tarix. İllər əvvəl, illər sonra təkrarlanır. Aynur anamız məhz Nadir Rzayevimizin anasıdır. İlk dəfə tədbirimdə iştirak edir. Ona görə də istəyirəm ki, elə Aynur ananın səsini eşidək. Çətin olsa da mənim üçün bir qəhrəman haqqında danışmaq istəyirəm. Bu Azərbaycan bütövlüyü uğrunda şəhid olan oğlu Nadir Rzayev. Yəni onun taleyi barəsində Esmira xanım dedi. Yəni eyni şəhidin taleyin eyni yerdə, Füzulidə, həmin bölgədə elə həmin yerdə yaşadı mənim oğlum. 7 il öz necə deyəlim cavan ən gözəl çağlarını sərhəd rayonlarımızda kəşfiyyatçı olaraq işləmişdi və hər zaman arzusuydu. Vətəni qorumaq, xeyirxahlıq etmək, əl tutmaq, kömək eləmək. Mən elə gəlir ki, oturub fikirləşəndə o öz arzusuna çatır. Bugünkü gündə çox qürurluyam, fəxr edirəm. Belə bir oğlun anası olduğum üçün. Vətənə belə bir xeyirxah övlad, bizi, qadınları qorumaq üçün. Xocalını bir daha bizə yaşatmamaq üçün, belə bir oğullar yetişdirdiyi üçün. Əziz analar, əziz atalar, hər birinizə təşəkkür edirəm ki, belə gözəl tərbiyə edib, belə bir oğul yetişdirdiniz, vətənimizi qorudular, bizi qorudular, üzümüzü ağ elədilər. Və bu günləri Esmir xanım, bu böyük tədbiri təşkil elədiyi üçün, yəni burada mən sözümü bir sıra az bir insan işlə bilir. Amma siz bugün bu kitabda şəhidlərimiz haqqında yazdığınız bütün cümlələri yüzlərlə insan. Məsəl üçün, bir Nadirin taleyini yüzlərlə insan. Mən çatdıra bilmirəm öz kimi. Amma siz bizim adımızdan, danışa bilməyən analarımız var, onların adından bütün xalqımıza çatdırırsınız. Və sizi təbrik edirəm bu münasibətlə. Gözəl belə kitablar yazdığınıza görə. Uğurlarımız bol olsun. Hər zaman da, nə zaman oldu, hər zaman yanınızdayam. Yəni ki, iştirak eləməklə hazıram. Tək sizin yol, bütün yazıçılarımızı. Bir daha təşəkkür edirəm, uğurlarınız olsun. Təşəkkür edirəm. Yanımda İlham anam dayanıb. O da bir balasını bu vətən torpaqlarının azadlığı uğrunda, yeganə oğul balasını qurban vermiş anadır. İllərdir tanıyıram. Şəhidlər haqqında 25 kitab yazmışamsa, onun 24-ündə yer alıb Şəhriyarım. Şəhriyar, hara getsəm dilimdən düşməyən qəhrəmanımdır. Çünki mənə şəhidini sevdirən onun anasıdır. Mən onun hər dəfə gözlərinə baxanda, hətta bugünkü günümüzə şükür eləyirəm, niyə? Mən bu ananın oğlunu itirdiyi ilk illərdə də görmüşdüm. Hər gün Allahdan ölüm arzulayırdı. Və heç vaxt unutmaram, bir dəfə evini ziyarət eləyəndə dedim, Allah sənə ömür versin, dedi, mənə qarğış tökmə. Əgər məni istəyirsənsə, de ki, Allah ömrümü alsın, balama tez qovuşdursun. Sözüm quru deyə boğazımda düyünə çevrildi. Bilmədim ki, hansı cümləni qurum ki, bu ananın bu sözün qabağında nə deyim axı? Şəhid anaları balasına tez qovuşmağa tələsir. Amma
Bir şey unutmayın ki, bugün bizə o şəhidləri tanıdan sizsiniz. Bugün biz o şəhidlərin qapısını sizin üzünüzdə açırıq. Bugün şəhid anası o evdədir deyə ayağımız gedir o evə. Sabah siz olmasanız bilmirik ya biz o evdə ki qarşılayacaq. Ocaqdır, ziyarətgahdır, pirdir, məndən ötür, müqəddəs yerdir. Amma sən varsan deyə mənim ayaqlarım o evə qaça-qaça gedir. Ona görə özümüzə heç vaxt ölüm arzulamayın. Allah uzun ömür can sağlığı versin ki, şəhidlərimizi istədiyiniz qədər tanıda biləsiniz. Adını yaşada biləsiniz, xatirələrini yaşada biləsiniz. İlham anamıza söz vermək istəyirəm. Və bilirəm ki, şəhidimizin atasının səhhətində problemləri var. Allah ona da uzun ömür can sağlığı versin. Bugün bizə şəhidlərimizdən əmanət olan ataları, anaları salamlayıram. Və şəhidini bütün dünyaya tanıdan İsmət xanım sizi salamlayıram. Çox sağ olun bugünkü tədbir üçün. Şəhriyar da 200 illik alnımızdakı qara ləkəni 44 günə sıxan oğlanlardan biridir. Şəhriyar könüllü gedib, könüllü kəşfiyyatçı manqa komandiri kimi döyüşlərə qatılıb. Adırıt uğrunda gedən döyüşlərdə döyüş yoldaşlarını mühasirədən qutararaq özü qəhrəmancasına şəhid olub. Son sözü də olub ki, gedəndə deyirsiniz ki, kişi kimi vuruşdu, qorxmadan şəhid oldu. Allah sizə dəyməsin, siz də bizi bir araya yığırsınız. Deyir, şəhidlər vurulanda ölmürlər. Şəhidlər unudulanda ölürlər. Sizlər də sağ olun, var olun ki, şəhidlərimizi kitablarınıza yaşadırsınız, bütün dünyaya tanıdırsınız ki, belə bir oğlanlar var, 44 günə 200 illik ləkəni alınmaz silən oğlanlar var. Azərbaycanı bütün dünyaya tanıtdılar onlar. Bəli, biz belə bir oğul böyütdüyümüz üçün fəxr edirik. Bir yandan fəxr edirik, qürur duyuruq ki, belə bir evlad böyütmüşük. Bir yanımızda əlbəttə ki, böyüklər də məni bağışlasın, məndən yaşlı böyüklər. Bir yanımızda evlad itirmişik də, bir yanımız ağlayır, əzab çəkirik. Amma bir yandan fəxr edirik, qürur duyuruq ki, belə bir oğlun olması. Çox sağ olun, var olun. Tədbirimizdə Şəhriyarımızın yeganə bacısı Zərbəf xanım iştirak edir. Bir ayağa baxsın ona görə. Zərbəf, möhkəm danış, səsini buradan eşidə bilin. Çox sağ olun İsmət xanım, təşəkkür edirəm ki, şəhidlərimizi yaşadırsınız. Sizin yolunuz haqq yoludur. Bu yolda sizə oğullar arzulayıram öncə. 2 dənə balaca uşaqla. İnanın sizi həmişə bizə misal gətirirlər. Anam deyir, Esmirə xanıma bax da, gör necə qoçaqdır. Sizə təşəkkürümü bildirirəm ilk öncə. Analarımızın əllərindən öpürəm, qarşınızda baş əyirəm, əziz analar. Yəni, sizə deyəcək elə bir gözəl bir cümlə, elə bir möhtəşəm bir söz yoxdur ki, onu sizə deyim də. Siz müqəddəs qadınlarsınız, müqəddəs atalarsınız. Allah sizə can sağlığı versin. Onsuz da həyat 2 günlük dünyadır. Belə baxanda axırı ölümdür də hər şeyin. Kimsə deyə bilər ki, cənnət, cəhənnəm yoxdur, mən ateistəm. O da onun öz, yəni insandır da, hər kəs elə var, Allaha inanmır, amma ölümü heç kim dana bilməz. Hər şeyin axırı ölümdür. Biz statistika kimi bir müəyyən bir müddət nə qədər ağıllı olsaq da, belə savadlı olsaq da müəyyən bir müddət biz unudulub gedəcəyik. Uzaqbaşı nəvə nəticə belə. Amma şəhidlər nə qədər ki Azərbaycan torpağı var, dövlətimiz var, ya inanıram ki əsrlərlə elə gözəl bir ölkə olaraq, dövlət olaraq gedəcəyik inşallah. Yəni bu tarix durduqca bunlar şəhidlərimiz tarix yazan qəhrəmanlar kimi tarixdə qalacaq və təbii ki, hamısı qəhrəmanlardır. Öz canını, həyatda canından şirin heç nə yoxdur. Cavan canlı vətən yolunda qurban verən hər bir kəs qəhrəmandır. Onlar bizim qəhrəmanlarımızdır, tarixin qəhrəmanlarıdır. Tarix yazan, Azərbaycan tarixində onların imzası olacaq bir ömür. Biz hamımız yox olub gedəcəyik, amma onlar heç vaxt yox olmayacaq. Onlar bu tarixdə əbədi yaşayan qəhrəmanlardır. Yəni bu qədər. Deyirsən ki, evdə sənin misal çəkirlər ki, iki uşaqla gör necə çatdırır. Əmin ol ki, mən də səndən güc alıram. Çünki bütün statuslarıma baxır, hətta bəzən yorğun olduğum bir vaxtda mən səhv eləmirəmsə, onda Tovuza getmişdim. Noyabrın axırları idi, qarı yara-yara şəhidimizin ziyarətinə getmişdim. Və çox gözəl bir
o qədər yorğunluq keçirmişdim ki, artıq tükəndiyimi hiss edirdim. Statusuma çox gözəl bir reaksiya vermişdi, çox gözəl ürək sözləri yazmışdı ki, Esmər xanım, sizə baxdıqca qibtə eləyirəm, necə çatdırırsınız. Mən də həmişə gücüm tükənəndə sənin sözlərindən güc alıram ki, daha da qabağa getmək lazımdır. Bacal. Allah sizə güc versin. Bəlkə də belə yoldasınız deyə Allah sizə güc verir. Şəhidlərin ruhu sizə kömək olur. O dəqiqdir. Allah razı olsun, təşəkkür edirəm. Daha bir qəhrəmanımın anası var yanımda. O qəhrəmanım ki, bizim Seymurumuzla eyni yerdə şəhid olubdu. Bizim Seymurumuz kimi o da toysuz köçüb cənnətə. Amma ən ağrılı məqam odur ki, onun xonçaları bəzəklidir. Onun nişanına bir neçə gün qalmışdı. Sentyabrda demək olar ki, antiterrordan 1-2 gün sonra həm doğum günü olacaqdı şəhidimizin. Elə doğum gününə də öz nişan mərasimini salınmasını istəmişdi. Ancaq çox təəssüflər olsun ki, o bəzəkli xonçalar şəhidimizin sevdiyi qızın qapılarına deyil də, uyuduğu torpağa getdi. Bugün bizim şövqümüzün, mən evini ziyarət eləmişəm, o bəzəkli xonçalar yarısı qız evində, yarısı da oğlan evində, onun güşəsində dayanıb baxır. Allah anamıza səbir versin, dözüm versin və çox çətinliklə gəlib tədbirimizdə iştirak etmək üçün nəvəsi xəstədir. İndi bilmişəm mən, Allah şəfa versin, Allah kömək olsun. Ana, bir alqışlayıram, sənə çox istəyirəm, təqdibi. Allah əmiyə də uzun ömür, can sağlığı versin. Bir-iki kəlmə sən de, sənin də səsini eşidək. Daxili İşlər Nazirliyinin su təyinatı 8 polislərin. Birinin də Seyf Abdullayevin anasıyam. Nişanına 2 gün qalmış. Nişanəsi qalmayan oğlun anasıyam. İnşallah siz oğlum anası var. Allah səbir versin. Mən onlara ziyarətə gedəndə şəhidimizin atası qarşıladı məni və yolda adətən hər dəfə şəhid ailələrinə ziyarətə gedəndə çalışıram ki, az da olsa şəhidlərim haqqında atasının, anasının xatirələrini eşidim, dinləyim onları və Fəqan əmi sual verdim ki, Şövqü ilə bağlı nə deyə bilərsiniz? Dedi ki, nə deyim baba? Sevgi ilə bağlı nə deyə bilərsiniz? Dedi ki, sevginin sağlığında mən belə deyildim. Mən ətli, qanlı, dolu, keyfim həmişə yüksək olan bir insan idim. Amma bugün məndən gör əsər əlamət qalıb. Babamın varlığında qürur duyurdum, arxam kürəyim yerə gəlmirdi ki, dağ kimi 2 dənə oğlum var. Amma bugün qanadımı qırıblar. Mən bugün oğlum sağ olanda danışdığım kimi qürurla danışa bilmirəm. Fəxrimizdir, qürurumuzdur, amma geri qayıtmır. Ürəyimin bir tərəfə sızıldayır, gözümün yaşı balam gedəndən vurur. Nə deyim axı, nə danışım axı? İnanın Allaha, şəhid analarının göz yaşlarını hər gün görürəm. Şəhid analarından hər gün müsiyyətdəyəm mən. Amma şəhid ataları göz yaşını qəlbinə axıdan atalar. Evdəkiləri ayaq üstə saxlamağa çalışdığı bir vaxtda eyni zamanda yıxılmamağa çalışan atalar. İçindən yıxılsa da çöldə möhkəm dayanmağa çalışan atalar. Ona görə çox vaxt onlarla ünsiyyətdə olmaq hərdən mənə deyirlər ki, heç bizi yada salan olmur. Elə hər tədbirdə şəhid analarına söz verirsiniz, hər tədbirdə şəhid analarını qabağa çəkirsiniz. Mən onlarla çox ünsiyyətdə ola bilmirəm. Yenə şəhid anası ağlayanda qucaqlayırıq, öpürük, başına sığal çəkirik. Amma
o ataların gözündən bir damla yaş düşəndə mən bilmirəm ki, yeri neçə qat yarıb içinə girim ki, mən o göz yaşını görməyim. Allah sizlərə uzun ömür, can sağlığı versin. Allah sizləri var eləsin. Başqa şəhid ailəsi, ola bilsin tədbirimiz başlayandan sonra gələn şəhid ailəsi olar. Başqa şəhid ailəsi qalıbsa, danışmayan, xahiş edirəm. Özü qalsın, təqdim eləsin özünü və ona eşidək. Bir şəhid qardaşımız var idi, yəqin ki, birazdan daxil olaraq ona söz verərik. Tədbirimizin ən ağbircəyə, ədəbiyyatda illərini qoyan bir xanım. Cülamay xanım söz vermək istəyirəm. Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə şəhidlər haqqında kitabın müəllifi, Cülamay xanımın da şəhidlər haqqında olan kitabının təqdimatında iştirak eləmişdik biz burada. Cülamay xanım da sağ olsun dəfələrlə mənim tədbirlərimdə iştirak eləyir. Sözü vermək istəyirəm Cülamay xanıma, buyursun. Və hətta vurgulamaq istəyirəm Cülamay xanım, keçən dəfə sizin burada dediyiniz şeiri dəfələrlə şəhid anaları məndən xahiş eləmişdilər ki, onu tam versiyada göndər bizə. Əgər mümkün olsa bir dənə də şeir səsləndirərsiniz. Hər kəsi salamlayıram. Torpaqda çiçəyə dönənlər, cənnətdə bəyə dönənlər, sinəmizdə ürəyə dönən şəhidlərimizin sinəsi dağılır, dağ ürəkli, vətən sağ olsun deyən anaları xoş gördük sizlər. Allah sizlərə səbir versin. Allah bizlərə səbir versin. Və bu günləri bizlərə qismət edən şəhidlərimizin məkanı cənnət olsun. Qazilərimizin Allah şəfasını versin. Və bu günləri bizlərə qismət edən Müzəffər Ali Baş Komandanımız başda olmaqla qəhrəman oğullarımız, analarımız, bacılarımıza minnətdaram. Hər kəsə minnətdaram. Mən şəhidlərlə, analarımla görüşəndə həqiqətən dilim, dodağım təmkir. Sizin dərdiniz dağlara getməsin. Dərdiniz dağlara getsə, şəhid edərsiniz dağları, şəhid anası. Mən Esmira Günəşi çox minnətdaram. Yazılan hər bir kitab, hər bir poema, hekayə, layla, bayatı, şeir şəhidlərimizin ömründən çox yaşayır. Və onları yaşadan Esmira xanım kimlərə minnətdaram. Və şəhid analarımızın əllərindən öpürəm. Həqiqətən. Pompeyin dövründən bu günə qədər bir abaş şəhid adı. İstər o devr olsun, istər Böyük Vətən müharibəsi devri olsun, 1905 olsun, 18 olsun, Qarabağ müharibəsi olsun, bu gün olsun. Eli, obası, yurdu, yuvası üçün canını fəda edən şəhidlərimiz, torpağımızı vətən deyən, ana vətən deyə çağırılan şəhidlərimizin məkanı cənnət olsun. Allah onların ruhunu şad eləsin. Nur içində yatsınlar onlar. Düzdür, əziz balalarımızın xonçası bağlı qalanlar, sevdikləri qızın adları dillərində şəhid olub, məzara gedənlər. Yəni, biz bunları, bu analar bunu görə-görə gəlirik. Nənələr bunu görə-görə gəlir. Biz oğul deyirdik ki, düşmən çəpəridir, qız ev yaraşıqdır. Əziz analarım, hamımıza Allah səbir versin. Allah, mən çox danışardım. Bu günləri Esmira Günəşin 4 aprel gününə düşməyi heç də təsadüfi deyil. Bu 4 gün olan ilk bizim qələbəmiz Lələtəpə yüksəkliyinə bayrağımızın sancılmağı günüdür. O gündə bizim 3 milli qəhrəmanımız olub. Samid İmanov, Murad Mirzəyev, Şükür Həmidov. Bu qəhrəmanlarımızın hamısını bilirsiniz. O qəhrəmanlarımız başda olmaqla, generalımız başda olmaqla, polkovniklərimiz başda olmaqla, zabitlərimiz, əskərlərimiz, şəhid olan əskərlərimiz başda olmaqla hamısının məkanı cənnət olsun. Çünki bu gözəl günləri onlar bizə bəxş edib. Ona görə, əziz şəhid analarım, mən sizlərə düzdür, aprel döyüşlərində yazdım. Bir şeirimlə şəhid analarım bir daha xoş gördüm deyəcəm.
O aprel səhəri niyə görəsən? O aprel səhəri niyə görəsən? Bulutlar üstünə qondu durnalar. Torpağı ana tək bağrına basan bir şəhidi görüb dondu durnalar. Əlində qumbara tənha şəhidi. Göydə ağlayırdı qərib durnalar. Ana tək, bacı tək, saçını yolub, lələyini çöllərə sərib durnalar. Yağış tək yağırdı gözlərindən yaş. Şəhidin nəşini yuyurdu sanki durnalar. O səhər insan olmuşdu. Durnalar şəhidi duyurdu sanki. Belə görməmişdim heç durnaları. Getdiyi yolundan geriyə dönən bəyaz lələklər qar kimi yağan, ağlaşa-ağlaşa dəliyə dönən. Axırı düzlüb öz qatarına bir məhtəm havası çalıb getdilər. Cismini tapşırıb ana torpağa şəhidin ruhunu alıb getdilər. Gözlərim cüt bulaq dolduqca dolsun. Ölsəm də gözümü bağlamasınlar. Allahım qoy mənə nə olur olsun, şəhid analar ağlamasınlar. Bir ana qəlbinin fəryadı ilə düşmənin səhvini pozacağam mən, zəfər nəğməsini cıdır düzündə durna lələ ilə yazacağam mən. Əziz analar, doğrudan da Böyük Vətən müharibəsi, 44 günlük müharibədə bizim şəhidlərimizin qanı yerdə qalmadı. Biz zəfəri, qələbəni durna lələ ilə cıdır düzündə yazdıq və Azərbaycanımızda yazdıq. Bilirəm, indi məhsud durğunuz. Zəfər təntənalı devrandır bugün, Şuşaya sancılı vətən bayrağı. Qarabağım Azərbaycandır bugün. Yazan əllərim var olsun Nesmira Günəş. Qızım sağ olun. Çox danışardım valla. Əgər o şeiri istəyirlərsə də yadımda qalanı deyərəm. Mən şəhid analarla görüşəndə hər dəfə bu sözü deyirəm. Deyirəm ki, bilirəm onların ağrılarını, acılarını. Ax, mən anayam, mən nənəyəm. Deyirəm, dərdiniz dağlara getməsin. Dərdiniz dağlara getsə, şəhid edərsiniz dağları, şəhid anası. Həqiqətən bu elə heç bir ata-ana görməsin. Amma o ilə qürur duyuram ki, vətənimizin bütövlüyü uğrunda, torpağımız uğrunda canlarını fəda edən şəhidlərimizlə indiki, bax bugünkü, sabahki uşaqlarımız üçün ziyarət yeridir, qürur yeridir, cəsarət yeridir, mərdlik yeridir. Bu uşaqlarla biz qürur duyuruq, bu şəhidlərimizlə bir qürur duyuruq. Ey şəhid anaları! Bilirsiniz, şəhid anaların mənə sözü nə oldu? Dedi, biz onları ruhumuzda yaşadırıq. Onda mən bir şeir yazdım. Qoy bilsin eller, şəhid anasıyam qoy bilsin eller, amma göz yaşımı boğacağam mən. Bətnimdən doğduğum şəhid balamı indi öz ruhumdan doğacağam mən. Mənimdir Kür çayı Göyəzən dağı, hər dağım, hər qayam aslan yatağı, sinəmə dağ çəkmək istəyən yağı, görsün necə zirvə, necə dağam mən. Ah dəksəm ahıma dinər ulduzlar, göylərdən yerlərə enər ulduzlar, üç rəng bayrağıma dönər ulduzlar, ana görkəmində bir bayrağam mən. Oğulsuz keçsə də neçə illərim, dərddən ağarsa da qara tellərim. Deməz, qədiri bilən doğma yerlərim, deməz, xəzən vurmuş bir yarpağımdan. Düşmənlər yurduma girməyəcəklər, bağımdan gül çiçək dərməyəcəklər. Şəhidlər ölməyəcəklər. Nə qədər vətən var, hələ sağıq biz. Nə qədər vətən var, nə qədər biz varıq, heç bir vaxt şəhidlər ölməyəcək və yaşayacaq. Esmira xanım kimi yazarlarımızın qələmində, yazmasında, ürəyində, saçının telində, gözünün yaşında, ürəyinin döyüntüsündə, addımların səsində yaşayacaq. Hər vaxt ruhumuzda yaşayacaq şəhid anaları, şəhidlər və bizim hər birimizin evladımızdır. Var olun, Allah sizə səbir versin, bizlərə səbir versin. Bizim qürur mənbəyimizdir. Onu bilin ki, bizim Mixaylolar dünən də var idi, bugün də var, sabah da olacaq. Var olun, Allah'ım. Sağ olun. Analarım arasında baş edirəm. Sağ olun. Sağ olun. Təşəkkür edirəm sizə Cəmal xanım, var olasınız, Allah sizdən razı olsun. Və tədbirimdə qazilər də iştirak edir.
Və biz şəhidlərimizlə, qazilərimizə hər tədbirdə paralel şəkildə yanaşmağa çalışırıq. Çünki onlar da bu vətən uğrunda sağlamlığını qoyan qəhrəmanlardır. Sözü vermək istəyirəm. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda sağlamlığından keçən qazilərimizdən Əhmədov Azər və Musayev İsa tədbirimizdə iştirak edir. Qalxın ayağa, həm sizi görək. Həm də qısa da olsa duyğularımızı işləyək. Ben nəqlər baxıram kitabın, sizin kitablarında belə. Hansıl 24'e yaxın qəhrəman anaların, evlatlarının kitabı çıxırdı. Bunlar hər biri qəhrəman anadılar. Biz bunların evlatlarının, anaların qarşısında baş əyirik. Allah qardaşlarımızın ruhunu şad eləsin, Allah o dünyalarını versin. Düzdür, baxıram kövrəlisiz. İnan Allaha adamın ürəyi götürmür. Siz kövrəldirsə biz də kövrəlirik, biz də pis oluruq. Siz əslində qəhrəman bir anasınız. Gözəl bir insan. Siz qəhrəman insanlarla yetişdiribsiniz bu həyata. Neçə illərdir, 30 illərdə o torpaqları azad elədilər o qəhrəman qardaşlarımız bizim. Allah ruhlarını şad eləsin, Allah o dünyalarını versin. Siz sevinsəniz, biz də sevinirik valla. Siz kədərlənirsiniz, biz də kədərlənirik. And olsun Allah'a. Allah qardaşlarımızın ruhunu şad eləsin, o dünyalarını versin. Burada analar var ki, evlatlarını, həyat yoldaşlarını itirən anaları var. Allah hər birinizə can sağlığı versin. Allah müzəffər ordumuzu qorusun. Xalqımızı, millətimizi, devlətimizi qorusun. Vətən sağ olsun, ana. Vətən sağ olsun. Allah sizlərə can sağlığı versin. Esmirə xanım, bir də sizə bir dənə söz deyib. Mən burada çox oluram. Burada şahid olan xanımlar da var. Yəni bizlərə çox gözəl sözlər verirlər, çox dəyərli. Hətta biz də xahiş edirik burada olan yazıçılardan, qardaşlardan şəhid qardaşlarımızın adları kitablara salınsın. Bu həyatda qalan bir şeydir. Xatirədir. Bu qardaşlarımızın yəni, bu da bir həyatıdır. Adlarına küçələr, qazetlər, kitablar olsa daha analar üçün bu təsəllidir. Sağ olun, var olun ki, sizin kimi belə Allah Teala sizler kimi analar yetiştirib. Sizin kimi, sizin simranızda evlatları var ana. Allah ruhlarını şad eləsin. Allah o dünyalarını verir. Hər birinin qarşısında baş eğir. Sizin də qarşınızda dərin huzurla baş eğirim ana. Allah sizləri var eləsin. Çox sağ olun, var olun. Mən də salamlayıram bütün başta şəhidlərimiz, şəhid analar. Allah'ın salamı olsun hamıda. Allah şəhidlərimizə rəhmət eləsin. Allah sizə can sağlasın. Uzun ömür arz edirəm. Qazilərimizə, veteranlarımıza. Mən də bütün şəhid analar. Ağlamayın, niyə ağlayırsınız? Onlar qəhrəman da sən şəhid olun. Vallahi, taş biz də şəhid olayıq. Bizim arzumuz da o idi. Amma biz 1-ci Qarabağ müharibəsində biz əlimizdən gələni Erməniyə çox İskəndələr də verdik. Əlimizdən gələni də elədik. Qanların da yerdə qoymadıq qalmağa. Allah ömür versin. Allah səbir versin. Allah sizə can sağlığı arz edirəm. Bütün qanlarları. Sizin qarşınızda baş əyirəm. Əllərinizdən öpürəm. Allah sizi var eləsin. Esmə xanım, çox sağ olsun. Mən də burada bu tədbirlərdə çox iştirak eləmişəm, gəlmişəm. İsa müəllimlə bir yerdə sağ olsunlar. Nə bilim? Allah yerlərini cənnət olsun. Allah kömək olsun bacım. Çox sağ olun, var olun. Baş əyirəm qarşınızda. İsa müəllim bir məqam quruladı ki, şairlər ərəbiz bir şəhiddən yazır. Elə mənim hər tədbirin əvvəldə mən şəhid ailələrinə söz verməyin məqsədi oldu ki, əsas da burada tədbir keçirəndə əvvəlcə şəhid ailələrinə söz verirəm ki, bəlkə hansısa bir kəlməsi burada oturan şairlərin ürəyinə toxunar, növbəti dəfə onlar dəyər onların qapısına. Qəhrəmanları haqqında bir məlumat götürər, bir ziyarət edər. Kiçik bir şeir parçasıyla da olsa ananın, atanın qəlbini oxşayar. Ona görə də tədbirimiz başlayanda bizim üçün də yer var, bu qazilər üçün də yer var kitablarımızda. İnşallah. İnşallah.
Hələ ki sizin Allah ömür versin. Anavız, atavız, bacınız, qardaşınız sizi görə bilir, toxuna bilir. Ancaq onlar övladına toxuna bilmir. Mən o tərəfdən yanaşıb bacardığım qədər daha çox şəhid ailələrini sevindirməyə çalışıram. Amma təbii ki, vətən uğrunda kiçik bir xidməti olan hər kəs qəhrəmandır, hər kəs haqqında da yazılmalıdır. İnşallah bu gün mənim haqqımda da yazarlar. Bu qədər əziyyətim var. Kiçik bir qəhrəmanlardan biri də mənəm. Və tədbirimdə qocaman şairlərimizdən biri daha iştirak edir. Lənkərandan uzaq yol yaxın eləyib gələn Əhməd müəllim tədbirimdə iştirak edir. Sözü vermək istəyirəm Əhməd müəllimə. Əhməd müəllim sağ olsun. Lənkəranda Heydər Əliyev mərkəzində keçirdiyim kitab təqdimatında da iştirak eləmişdi. Çox gözəl iştirak eləmişdi. Baxmayaraq ki, istər incisinlər, istər inciməsinlər, mən açıq deyəcəm Südabə xanım. Çünki çox qarşılaşırıq, şairlərin əksəriyyəti qarşılaşır bu hallarla. Azərbaycan Yazıçılar Birliyinin Lənkəran regional şöbəsi var. Və mən tədbir keçirməmişdən qabaq müraciət eləmişdim. Hətta tanışlığımız da var. Tədbirə də dəvət eləmişdim. Min bir bəhanə ilə tədbirimdə iştirak eləmədim. Mən də bacardığım qədər tanıdığım şairləri dəvət elədim. Əhməd müəllim o şairlər içində bəlkə də deyim ki, sağ olsun, həmin gündən də mənim ürəyimdə də özü üçün ayrıca yer eləmiş şairimizdir ki, baxmayaraq səhhətində, yəni bu yaşda hər kəsin səhhətində problem olur. Problem olmasına baxmayaraq o tədbirində sona qədər iştirak elədi. O şəhid ailələrinə şəkil çəkdirdi. Tədbirdə gözəl çıxış elədi. Allah sizi var eləsin. Uzun ömür, can sağlığı arzulayıram sizə. Daha neçə tədbirlərdə görüşə bilək inşallah. Sağ olun Neşmirə xanım. Mən telefonda axtarırdım bir şahid şeiri tapım. Növbəsi çatana qədər. İmkan vermədiniz. Yəni ona görə Sizin sözünüz şeirdir bizə. Sözümü deyim, qısa da olsa. Allah şəhid analarına, şəhid atalarına uzun ömür, sağlam ömür versin. Şəhidlərimizə rəhmət eləsin. Siz də sağ olun. Həqiqətən dözümlü xanımsınız. Bizim deməli xanımlardan biri şəhid ailəsinə getmişdi. Bir yazı yazmışdı. Mən onu oxuyanda ağladım. Yəni dözmək olmur həqiqətən. Siz dözümlüsünüz. Allah sizə də ömür versin. Dözün, yenə yazın, şəhidlərimizi yaşadın. Təşəkkür edirəm, var olun. Allah razı olsun. Hər kəs mənim üçün dəyərlidir. Hər kəsə bir söz verəcəm. Qısa da olsa fikirlərinizi paylaşarsınız. Tədbirimizdə Aycun xanım iştirak edir. Aycun Hacıyeva, həm jurnalistimiz, həm şairəmiz. Aycun xanım da şəhidlər haqqında kitab yazıbdı. Sumqayıtın bütün şəhidlərini ziyarət edibdi. Sözü vermək istəyirəm Aycun xanıma. Çox sağ olun. Şəhid ailələrini xoşbəxtliklə, tədbir işlərindən sağlayırlar. Həqiqətən də çox çətindir danışmaq. Çünki mənə elə gəlir ki, şəhid ailələrində olmaq böyük ürək sahib olmaq lazımdır. Yəni onu bir daha sən yaşayırsan, onlarla bir yerdə ağlayırsan, onlarla bir yerdən ötən illərin xatirələrini verə bilərsən. Çox çətindir. Mən bunu 119 nəfər şəhidimizə həsr olunmuş kitabımda, ailələrdə olanda dərk etdiyim anladım. Və kitabın adı belədir, seçilmişlər. Bəli, şəhidlərimiz Allah tərəfindən seçilmişlər. Baxın, bir əzizimiz dünyasından köçəndə onun ətrafında yalnız əziz doğmalar olur. Amma şəhidlər xiyabanından gedəndə milyonlarla insanlar ziyarət edir və Allah rəhmət eləsin, ruhu şad olsun deyirlər. Onlar həqiqətən də cənnət mələkləridirlər. Mən sizlərin hər birinizə səbr arzulayıram və bilin ki, bunu heç vaxt unutmayın. Onlar təkcə sizin övladlarınız deyil. Onlar artıq tüm millətin üzvlərinin övladlarıdır. Onlar bizim hər birimizin övladıdır. Ona görə də hərdə mən öz yazdığım o şəhidlərimi üzr istəyirəm, qısqanıram. Elə bilirəm ki, onlar mənim övladımdır. Kimsə danışında tez özünü istəyirəm, bir-iki cümlə mən deyim ki, onlar mənim balamdır axı. Yəni, onlar ölməzlər. Görün, necə adları var? Cənnət mələkləri, ölməzlər, seçilmişlər. Tarix boyu heç bir qəhrəmanımız yaddan çıxmayıbdır.
və illər, əsrlər keçəcək, onlar daima yaşayacaqlar bizlərin qəlbində, gələcək nəsillərin qəlbində. Var olun, sizlərin qarşınızda baş əyirik. Esmira xanım haqqında bir iki kəlmə deyim. Həqiqətən də Esmira xanım çox qoçaq, zəhmətkeş, işgüzar bir xanımdır. Həm ailədə bütün işlərini çatdırır, hansı ki, mən bilirəm ki, onun ailə ilə bağlı nə qədər problemləri var. Yaşamaq uğrunda çarpışan bir xanımdır və bununla yanaşı Azərbaycanın bir çox bölgələrində olubdur, şəhid ailələrində olub, qazi ailələrində olub. Valla bəlkə mən biraz yaşlıyım, ona görə bunu deyirəm, məndə o qədər enerji ola bilməz. Yəni halal olsun, kaş bütün qələm əhli sizin kimi olsun, o gənc qələm əhli. Uğurlar arzulayıram sizə və biz qələm adamları, həmkarlarınız, sizin əsl dostlar uğurlarınıza yalnız sevinəcəyik. Allah xalqımızı, millətimizi qorusun və o qazilərimizi şəfa versin, onları qorusun, bizim könüllülərimizi qorusun. Biz qələbəni məhz şəhidlərimizin, qazilərimizin, xalqımızın birliyi sayəsində, o könüllülərimizin sayəsində başda Ali Baş Komandan olmaqla qazandıq və bu gün də bütün gözəl günlərimizi, bayramlarımızı xoş əhval ruhiyyə ilə qeyd edirik. Allah yenə deyirəm, vətənimizi qorusun, millətimizi qorusun. Çox sağ olun. Tədbirdə qələm əhli jurnalistlərimizdən Şəmsiyə xanım iştirak edir. Yeni Təfəkkür qəzetinin baş redaktoru, təsisçisidir. Qəzetdə məndən xəbərsiz salmışdı məni. Hədiyyələr hər kəsi sevindirir də, bu sözsüz. Mən yazılarımın Yeni Təfəkkür qəzetində nəşr olunduğu, illər əvvəl nəşr olunduğunu görəndə doğrudan çox sevmişdim. Hətta həmin ərəfələr pandemiya idi, səhv eləmirəmsə. Və pandemiyada da hər yer bağlı olur axı. Heç bir yerə, heç bir kitaba, heç bir qəzetə, jurnala əlimiz çatmırdı. Ancaq Yeni Təfəkkürdə şeirlərimi görəndə, yazılarımı görəndə çox sevinmişdim. Elə o dövrdən də Şəmsiyə xanımı tanıdım. 5 ildir, hətta 5 ildən artıq. Müharibə 2020-ci olub, biz 2018-də pandemiyanın başlanğıcından tanışıq. Tanıdığıma şad olduğum jurnalistlərdən biridir Şəmsiyə xanım. Onun da əziyyəti az yoxdur. İstər bizim ədəbiyyat sahəsində, istər də media sahəsində zəhmətləri böyük olan xanımımızdır. Allah sizə uzun ömür, can sağlığı versin. Az da olsa sizdən də eşitək. Çox sağ olun. Biraz yaxına gəlim, səsim geçsin. Təşəkkür edirəm. Mən şəhid anaları, şəhid ailələri qarşısında həmişə baş əyirəm. İnanın ki, bu tədbirdə sizin hər birinizin dərdi mənim ürəyimdə dərd. Öz ürəyimin dərdi kimi qəbul edirəm. Mən də İsmailli Şəhidləri kitabının redaktoruyam. Yəni şəhid ailələrindən çox əlaqələrim var. Mən Esmira xanıma təşəkkür edirəm. Başqa artıq çox bir şey danışmaq istəmirəm. Təşəkkür edirəm ki, o başqa yazarlar da var. Başqa sahələrdən. Onlar üçün başqa maraqlar var. Amma şəhid ailələri doğrudan ağır mövzudur. Doğrudan hər bir adam öz ürəyinin dərdi kimi yüklənir, o ağırlıqla yüklənir. Onu hər adam qəbul edə bilmir, o ağırlığa dözə bilmir. Əgər Esmira xanım bu qədər şəhid ailəsindən, hələ onun görüşdüyü ailələrin demək olar ki, bir hissəsidir burada. Görüşürsə, o çox böyük ürək sahibidir. Mən nə deyim? Siz bir dənə onu demək istəyirəm ki, ağlamaq, sızlamaq daha arxada qalsın. Biz indiyənə qədər 44 günlük müharibəni deyək də, o günə qədər biz utana-utana yaşayırdıq. Bütün Azərbaycan deyə bilmirdik. Amma məhz sizin kimi valideynlərin, oğlanlarının hesabına, sizin kimi qazilərin hesabına bugün biz başı dik gəzirik. Fəxrlə bütün Azərbaycan vətəndaşı kimi özümüzü təqdim edirik yara gedəndə. Allah bütün şəhidlərimizə rəhmət eləsin, sizə də səbir versin. Heç fikirləşməyin ki, Bayxan sana dedi, izi qalmayan. Sizin oğlunuzun izi ömür boyu qalacaq. Çünki mən öz əmlərimdən götürürəm. Mənim 2 əmim 41-ci ildə gedib, 2 əmim gəlməyib. Mənim nənəm, mənim ağlım kəsildi. Mən böyük qız idim, nənəm rəhmətə gedəndə. Ölən günəcən Qəmbər Həmzə deyə getdi. Və bugün onların hələ də var ki, onlar tarixdə qalıb.
Böyük Vətən müharibi. Amma sizin oğlanlarınız bizim sırf öz Azərbaycan torpağı uğrunda şəhid olub və gələcək nəsillər biz həyatda olmayacaq, biz unudulacağıq. Öz yaxınlarımızın qəlbində qalacaq, ailə üzvlərimizin qəlbində. Amma sizin balalarınız bütün Azərbaycan xalqının, gələcək nəsillərin qəlbində yaşayacaq. İzi heç vaxt itməyəcək sizin balalarınızın. Ola bilər sizin ailəniz üçün siz fikirləşirsiniz, nəsil evladı qalmadı, o mənada izsidir. Amma onun izi bütün Azərbaycanda qalacaq. Heç vaxt silinməyəcək. Həmişə başınızı tik tutun. Hamınıza səbr diləyirəm. Sağ olun. Təşəkkür edirəm Şəmsiyə xanım, çox sağ olun. Gənc yazarlarımızdan birinə söz vermək istəyirəm. Leyla Mətin, onunla da şəhid tədbirlərində Sumqayıtda qarşılaşmışdı. O da şəhidlərimizin tanınması üçün əlinə gələni edən xanımlarımızdan biridir. Çox sağ olun Esmira xanım. Mən də bütün şəhid analarımızı, qəhrəman analarımızı təbrik salamlayıram. Hər birinə Allahdan ömür arzu edirəm ki, övladlarını yaşatsınlar. Onların gələcək nəslə tanıtması üçün təbii ki, onların sağlamlığı nə qədər varlarsa həyatda, onların övladları yaşayır. Düzdür, ondan sonra da yaşayacaqlar. Qələm əhlər, şairlərimiz, yazarlarımız hər dəfə şəhid analarıyla görüşəndə qəhərlənirəm, kədərlənirəm, çox həyəcanlanıram. Onların o içindəki acını hiss eləməmək mümkünsüzdür. Xüsusən də hissiyatçı olan şairlər üçün, qələm adamları üçün daha onları içdən dərk eləmək, yəni o qədər çətin deyil. Mən də şairlərimizə çox şeirlər həsr eləmişəm. İstəyərdim elə onlardan birini səsləndirim. Hansı ki, o anamız söylədi, xonça bəzəkli qaldı. Oğullarımız evlənməmiş, övladları olmamış dünyadan köçdülər. O anaların arzuları ürəklərində qaldı. Belə gözləmirdik sənin yolunu. Əlləri ayağı sağ gələcəkdin. Qızların içindən qəşəngin seçib, hələ sevəcəkdin, seviləcəkdin. Qayanın daşını töküb başıma, üzümü bələyib qəm yağışına, şəhadəti alıb sən ağuşuna, belə tez məzara köçməyəcəkdin. Bizi ovutmayır heç bir təsəlli, hardan əsdi axı ayrılıq yeli? Ananın, atanın büküldü beli, axı söz vermişdin, sağ gələcəkdin. Al don alacaqdı bacın hərinə, xına yaxacaqdı gəlin əlinə. Baxıb qız oğullu gözəl ömrünə, xoşbəxtəm söyləyib, sevinəcəkdin. Beləcə arzular getdi səninlə, həyatı dəyişdin vətən eşqinə. Vətən oğul dedi şəhidim sənə, rəsmini hər kəsin könlünə çəkdin. Axı söz vermişdin, sağ gələcəkdin. Allah rəhmət eləsin bütün şəhidlərimizə, Allah səbir versin sizlərə. Analarımız, əllərinizdən öpürəm, qarşınızda baş əyirəm. Var olsun Esmira xanım da ki, onları yaşatmaq uğruna belə işlər görür. O ürəyin sahibidir, yəni o ağırlığı çəkir, qeyd elədilər, həqiqətən dözmək olmur. Onlara hər birini qələmə aldıqca biz də o anaların o acısını dərk edirik, yaşayırıq. Yəni o şəhidlər hər birimizin övladıdır, qardaşıdır, balasıdır, belə deyərdim. Hər birimiz sizin kimi şəhid analarıyıq, şəhid bacılarıyıq. Allah hər birinizə səbir versin. Allah dünyamızı salamat eləsin. Bundan sonra müharibələr olmasın, şəhidlərimiz olmasın inşallah. Növbəti sözü Lipar xanıma vermək istəyirəm. Lipar xanım ədəbiyyatımızda bəlkə də tanıdığım yeganə xanımlardan biridir ki, qəzəli məhdədə qurub. Gözəl qəzəl. Qəzəl yazmaq daha çox kişilərdə görmüşəm, kişi şairlərimizdə görmüşəm. Qadın şairlərimizdə qəzəlxan görəndə mənə də qeyri-adi gəlir. Və qəzəl ədəbiyyatın ən çətin janrlarından biridir. Öhdəsindən mükəmməl şəkildə gəlirsiniz, təbrik edirəm sizi. Lipar xanım da eyni zamanda şəhidlər haqqında kitab nəşr eləmiş xanımlarımızdan biridir. Zəfəri Yaşadanlar kitabının müəllifidir. Sumqayıt şəhidlərimizə həsr edib və Sumqayıtın bütün şəhidləri həmin kitabda yer alır. Təqdimatında da iştirak eləmişdik. Uğurlar arzulayıram. Buyurun, söz sizdə. Hər bir bəşər övladının öz yarı vətəndir. Hər bir bəşər övladının öz yarı vətəndir.
Bir bülbülə min bağ olar, gülzarı vətəndir. Bağban əkə bilməz bir ağac torpağı yoxsa, torpaqda bitən hər ağacın bağı vətəndir. Uğrunda töküb qanını azadı vətən üçün, hər bir yaşayan bəndənin ilqarı vətəndir. Övladı vətən üçün belə yurd eşqi tükənməz, İnsanı nəzər məqsədi sonvarı vətəndir. Həm varlını, həm yoxsulu köksündə yatırmış, İnsanı nəziz doğması simsarı vətəndir. Qeyrətli oğullar yetiribdir ana torpaq, hər bir oğulun namusu həm arı vətəndir. Yazmış vətən eşqi ilə neçə türfə qəzəllər, Nilüfar üçün öz sevgili dildarı vətəndir, vətəndir. Esmirə xanım, təşəkkür edirəm. Başı qarşıdır Esmirə xanım. Esmirə xanım mənim haqqımda qısa təqdimat verdi. Mən də özümü sizlərə təqdim edeyim. Mən Sumqayıt şairiyəm. Əslində mən qəzəlxanam, ancaq bir şair kimi, vətəndaş kimi, bir ana kimi mənim borcum idi ki, mən də şairlərimiz üçün, şəhidlərimiz üçün nəsə yazım. Onların valideynlərinin könlünü sevindirim. Sumqayıt şəhid analarından burada var. Bütün şəhid analarının qarşısında baş əyirəm. Mən Sumqayıtımızın aprel şəhidlərindən başlamış 2023-ün son antiterror şəhidlərinə qədər olan 130 şəhidimizə Zəfəri Yaşadanlar kitabını yazmışam və keçən ilin iyun ayında Sumqayıtda Nərimanov Mədəniyyət Sarayında yüksək səviyyədə tədbirimiz keçdi və şəhid analarına o kitablarımı təqdim elədim, hədiyyə elədim. Hamısının ruhu şad olsun. Yəni, bizim borcumuzdur. Dediyim kimi, ana kimi, şair kimi, vətəndaş kimi borcumuzdur ki, şəhid analarının qəlbini az da olsa sevindirək. Bir şəhid atası mənə rast gəldi. Mən həmişə şəhid analarını bilirəm ki, analar dözümlüdür. Biz analar dözümlüyük. Ancaq şəhid ataları üçün çox çətindir. Şəhid ataları ağlayanda o mənə çox pis təsir edir. Onlar göz yaşlarını gizlətmək istəyirlər, amma yenə də hiss olunur. Bu yaxınlarda TikTok şəbəkəsinə daxil olmuşdum. Orada bir şeir səhifəsinə təsadüfən qarşıma çıxdı. Orada Zərdabdan olan bir şəhidin atası dedi ki, mənim evladıma hələ şeir yazan olmayıbdı. Mən orada qoşuldum canlıya, dedim ki, ata, mən nömrəmi deyim, mənlə əlaqə saxlayayım, mən sizin evladınıza şeir yazaram. İnanın ki, həmin günün axşamı mən o şeiri yazdım, səsləndirdim və ataya göndərdim. O mənə təşəkkür elədi, ancaq mən dedim ki, sizin təşəkkürünüz mənə lazım deyil. Yəni, mən buna ürəyimi istəyib yazmışam. O şəhidlərə bizim borcumuz var. Onlar vətən yolunda, torpaq yolunda canlarından keçiblər. Onların hesabına biz burada belə gəzirik, yaşayırıq. Həyatımız firavan keçir. O şəhidlər qan tökməsəydi, bu gözəlliklər olmazdı. Yəni, hər birimizin borcudur ki, şəhidlər üçün yazaq, yaradaq. Esmirə xanımı haqqında da biraz deyim. Esmirə xanım çox zəhmətkeş xanımdır. Yəni, başqa şairlər kimi o da güldən, çiçəkdən, sevgidən, məhəbbətdən yaza bilərdi. Ancaq o, cavan yaşında ömrünün neçə illərini şəhidlərə həsr edib. Yəni, bu xanımın deyim ki, imkanı var, yox. Elə vaxt olub ki, indi paylaşımlarından deyim, statusundan qarşıma çıxanda görmüşəm ki, bu xanım bir çörəyə möhtac olan vaxtlarda da şəhidlər unutmayıbdır. Həmişə şəhid analarının yanında olubdur. Evsiz, eşiksiz, kirayələrdə qala-qala şəhid analarının yanında olubdur. Körpə, 2 körpə uşağı var. O uşaqlarla, mən arada paylaşımlarda, şəkillərdə görürəm Esmirə xanım, ürəyim ağrıyır. O uşaqlar da adam tapmayadı yanında qoymağa. Rayon yerində indi gedibdir. Bu gedib qayıda bilmirsə, o uşaqlar, körpə uşaqları da özü ilə aparır. Yəni, Esmirə xanım belə əzabkeş, cəfakeş şairdir. Şəhid analarının həmişə yanında olan şairdir. Allah ona uzun ömür, can sağlığı versin. Yorulmayasın əziz bacım. Bundan sonra da Allah o qədər sənə güc qüvvə versin ki, o balalarını da böyüdəsən. Allah həmişə dayağında dursun, həmişə şəhid analarının yanında olasan. Onların köməyi, o şəhidlərimizin ruhu, inanıram ki, səni həmişə ayaqüstə saxlayacaq. Sağ olun. Allah razı Sözü Üstadın xanıma verirsəm və nəzərə alaq ki, tədbirimiz artıq saat yarımdan çoxda davam edir. Ona görə də istəyirəm hər kəs danışsın.
çıxışlarımızı bir balaca qısa eləyək, hamıya da çatsın. Bax, mən bu tərəfdən olar. Rəis hardan istəyir çıxış edə bilərsiniz. Əvvəla Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi adından sizə hər birinizə xoş gəldiniz deyirəm. Allah evladınızın ruhunu şad eləsin və təşəkkür edirəm Esmira xanım söz verdiyinizə görə. Şəhid haqqında yazmaq doğrudan çətindir və heç şübhəsiz ki, burada yazarlar da onu təsdiq edə bilər. Şəhidlər haqqında yazanda Esmira xanımın əlində qələm də ağrıyır, çünki ağlayır. Çünki o şeyləri yaşayan bir yazar kimi bəzən elə olub ki, bilgisayarın önündə hönkürtü ilə ağlamışıq. Yəni, bunu demək istəyirəm ki, şəhid haqqında yazmaq da hər kəsə nəsib olmur. O da Esmira xanıma bir Allah tərəfindən verilən vergidir ki, mən bayaq baxırdım, deyirdim, bu nə qoçaq qızdır. Həqiqətən, qulağına da pıçıldadım, dedim, sən çox böyük iş görürsən. Baxmayaraq ki, ailəsi var, ailəlidir, bir də görürsən, maşallahlar olsun, buradan vurur, oradan çıxır. Axı, bunu hər qələm əhli eləmir. Nə qədər yazıçılarımız Güləmayıl xanım, siz Güləmayıl xanım da, o da şəhidlər haqqında yazır, dəyərli şairəmizdir. Hər adam getmir bölgələrə. Elə bəzən görürlər, götürüb kompüterdən oradan-buradan köçürdürlər. Hə, mən şəhid haqqında kitab yazdım. Xeyr, bu kitab deyil. Sən gedib o şəhidin evində olmalısan, o müqəddəs ocağı sən ziyarət eləməlisən. O ağrını sən ana ilə bir yerdə yaşamalısan. Bax, onda bəli. Və çox təəssüf ki, 150 ildən artıqdır ki, gətirib başımıza bəla eləyiblər. Düşmən həmişə burnumuzun dibindədir. Və bax, bu kitabda deyil, ondan bəhs edir. Mənim kitabımda ağrıların kölgəsi. Yəni, o ağrılar həmişə bizi təqib edir. Burada da şəhidlərdən, qaçqınlardan bəhs edir. 18-ci il şəhidlərindən. Yəni, bizim şəhidliyimiz də ondan da əvvəl hətta başlayıb. 1905-dən. Yəni, baş şəhidlik elə 1988 deyil ki, və yaxud 1949-52-ci illər deyil qaçqınçılığımız. Elə o dövrdən biz 150 ildir, 200 ilə yaxın biz şəhid verə gəlirik. Və şəhid anaları, əziz şəhid ataları, üzümü sizə tuturam. Burada xanım dedi ki, mən Allahdan özümə ölüm arzulayıram, çox xahiş edirəm, elə deməyin, evladınızın ruhu inciyər. Niyə? Çünki sizin evladlarınız çox şərəfli bir ölüm, şərəfli. Bu şərəfli ölüm hər kəsə nəsib olmur. Bir də görürsünüz ki, tapılmır, tikəsi tapılmır. Allah qorusun və yaxud illər deyə, 30 ildir, xəbər yoxdur. Deyir, yalvarır ki, ay Allah, qurban kəsirəm. Evladım bir dənə məzarı idi, gedim onu ziyarət edeyim. Bugün sizin evladınız o qədər böyük bir şərəfli ada yüksəlib. Mehmet Akif Ersoy'un şeiri var, deyir ki, ey şəhid oğlu, şəhid istəmə məndən məqbər, sənə ağuşunu açmış duruyor Peyğəmbər. Həqiqətən də orada gənc xanım da çıxış elədi, dedi, kim inanmır ateist falan, amma həqiqətən də sizin evladlarınız cənnətdədir. Bundan şərəfli bir iş olarmı? Və Türkiyədə də analar, atalar, həmişə onlar dik tuturlar başlarını ki, mən şəhid anasıyam. Bax, mən arzu eləyirəm sizə, o şeyi arzu eləyirəm sizə ki, heç vaxt ağlamayın da, indi söz yox. O ölüncə gedən bir yaradır, o bir məsəl var, deyir, getməz övlad yarası, onu siz çəkirsiniz içinizdə. Amma bununla belə də mən o atalarımızın qarşısında baş əyirəm ki, o bayrağı hər şəhid gələndə o vaxtı xatırlayırsınızsa, içində qan ağlayır, amma o bayrağı öpür, deyir, vətən sağ olsun. Görün, nə boyda bizim atalarımızın ürəyi var, şəhid atalar, analarımızın. Bax, ona görə də, Esmira xanım, əzizim, bura gəl. Bax, bu cılız ürəkdə nələr yatır, bilirsiniz. Həqiqətən, mən bəlkə də bugün kəşf elədim bu qızı. O qədər başımız qarışır. Esmiran özü haqqında da yazmaq, tanıtmaq lazımdır ki, bizim belə qələm sahiblərimiz var bu cür. Burada bütün dəyərli qələm dostlarımın hər birini salamlayıram. Gözəl çıxışlarınıza görə hər birinizi bağrıma basıram, təşəkkür eləyirəm. Və Əhməd Haqsevər Lənkərandan gəlib, gözəl Qəzalxandır, orada elə onunla söhbət eləyirdik. Əlisafa müəllim yardımcıdan Əlisafa müəllim, bəli, Əlisafa müəllim dedi ki, oradakı, o da yardımlı şəhidlər haqqında yazır da.
Dedi orada şəhidin adı keçirsə, mən mütləq özümü çatdıracam ora. Həqiqətən də yarımızda gəldi. Əsafa müəllim, təşəkkür eləyirəm sizə. Siz də şəhidlər haqqında yazırsınız, ona görə sizə xüsusi qeyd eləmək lazımdır. Əziz bacım, səni bağrıma basıram. Və hər bir anaları, hər birinizi mən bağrıma basıram, öpürəm. Və bir də onu da diqqətinizə çatdırım ki, mən də hazırda Maştağa şəhidlər haqqında yazıram və diqqətinizə çatdırım ki, Maştağadan 19 şəhid olub, 4-ü də Nardarandandır. Onları birləşdirib artıq hazırdır. İndi siz təsəvvür edin ki, mən Esmiranı necə başa düşürəm? Yəni o ailənin qapısını döymək. O ocağı ziyarət eləmək necə bizim üçün də ağırdır. O tədbiri keçirəcəksinizmi? Bəli, kitab çıxsın inşallah. Bəli, bəli. Burada yoxsa Maştağa? Burada da, yox, burada da olacaq, Maştağada da. Orada mədəniyyət mərkəzi var da bilirsiniz. Bəli, mədəniyyət mərkəzi. Hər birinizlə qürur duyuram, bir daha qarşınızda baş əyirəm. O xanımların bir kimsə çıxış eləyəndə dedi, yaxşı ki siz varsınız. Elə sən özün dedin də, sizə gedirik və siz o qapını ki siz açırsınız və siz olmasanız kimin qapısını döyərik biz. Ona görə də bir daha hər birinizin qarşısında baş əyirəm və gəldiyiniz üçün təşəkkür edirəm. Bu ocaqda sizin evlatlarınızın ruhu dolaşır. Onlar qapını açdıqca yəqin ki, Esmira xanım və yaxud siz bunu görmüsünüz də, şəhid anasının üzündə bir sevinç hissi yaşanır və düzdür, eşq olsun ayaqlarınıza. Nur üzü şəhidlər, həqiqətən. Hətta mən bir dəfə bir şəhid haqqında yazanda gəldi yuxuma girdi. Mən heç o şəhidi görməmişəm ha ömrüm boyu, Maştağa şəhidi. Mənə dedi ki, xahiş edirəm, anama deyin ağlamasın. Mən çox gözəl yerdəyəm. Bax, tüklərim biz oldu, inanırsınız. Yəni ki, gözəl bir yerdədir sizin övladınız. Çox gözəl bir yerdədir. Ruhu şad olsun. Ruhu şad olsun. Ay benim, ruhu şad olsun. Allah sizlərə səbir versin. Qələmiz düşənməz. Çox sağ ol, əzizim. Nə qədər çox yazsaq bir o qədər. Sadəcə mən Esmiranın xətirinə keçən dəfə, mən özüm tədbir aparıcısıyam da, o keçən dəfə Esmira xanımı görmədim, biraz gözümə həkimə getmişdim. Və sonradan mən hiss elədim ki, Esmira xanıma mən söz vermədim. Aliyə xanım burada iştirak edir, Aliyə xanım tədbir edir, Aliyə xanımı yanıma dəvət edirəm. Gəl, Aliyə xanımın tədbirinin aparıcısı idi. O da bizim gənc şairlərimiz deyil, şəhidlər özü Füzuli torpağındandır. Aliyə xanımın tədbirində mən yandan çıxmışım. Mən tədbirimdə özü də 5-6 yaşından Südabə xanımı tədbir yaptırım. Mən çox təəssüf elədim ki, mən niyə Esmiraya söz vermədim. Çox sonradan mən onu dərk elədim. Yəqin ki, bilirsiniz, heç vaxt inciməmişəm. Burada tədbirlərdə çıxış edəndə hamımızın ürəyi doludur. Mən tədbirimə gələn qonaqlara bacardığım qədər çox söz verməyə çalışıram ki, hər kəs sözünü desin. Ancaq reglamentə əməl eləməyəndə, valla tədbirin vaxtı uzayanda hər kəsi başa düşmək lazımdır ki, bax, müxtəlif bölgələrdən gəlib bu analar maşın tutmuşuq, artıq maşın böyük ehtimal bizi qaytarmayacaq. Çünki danışdığımız vaxtdan artıqlamasına oturmuşuq burada. Böyük ehtimal ki, maşını da gözləyib, Allah bilir, qayıdıb gedib. Dəfməyə götürür ki, necə qayıdacaq. Ona görə də tədbirlərdə kiməsə söz növbəsi çatmayanda, kiməsə söz verilməyəndə inciməyin yeri yoxdur. Yetər qədər sözümüz var, sözümüz də qələmlərlə deyirik, növbəti tədbirlərdə də deyə bilərik. Amma keçən dəfə nə qədər küçük gedən oldu Aliyə xanımın tədbiri. İnciməmişəm, özünə də yazdım ki, inciməmişəm. Yox, sən yox, sən ürəyin belədir də, ona görə inciməmişəm. Buyur Aliyə xanım, eşitək səni. Mən də inanırsınız ki, əziz şəhid anaları, cənnət mələklərinin qəhrəman anaları, qəlbim doluyken danışa bilmirəm, həqiqətən də mən şəhidliyi də görmüşəm, qaçqınlığı da görmüşəm, köskünlüyü də görmüşəm. Yəni o Qarabağın mərkəzindən bu alovlu, odun alovun içindən gəlmişəm. Hər şeyi görmüşəm. Sizləri çox gözəl anlayıram. Allah Taala sizlərə səbir versin. Həqiqətən də siz qəhrəmanlarımızın cənnəti, o cənnətin dar ətəyin gen eləyən cənnət mələklərinin analarısınız. Onların müqəddəs analarısınız. Hər birinizin qarşınızda baş əyirəm. Hər birinizin əllərinizdən öpürəm. Allah Taala həmişə sizləri var eləsin ki, siz onları yaşada biləsiniz. Esmira xanım əzizim, mən sizə təşəkkür eləyirəm. O kitab sizin zəhmətiniz, sizin əziyyətiniz bu qəhrəman anaların qəlbində, ürəyində düyünlənən sözlərinin güzgüsüdür. Həqiqətən sizə təşəkkür eləyirəm, var olun. Əllərinizdən öpürəm, əziz qəhrəman analar. Təşəkkür edirəm.
Bizdə Ezra Məmmədova çıxış edir, ağırçəklərimizdən dedi. İki kəmə ürəkli sözlərini o da paylaşsın, o da Qəbələ şairlərimizdəndir bizim. Daha çox aforizmlər yazır. Çox sağ olun. Sağ olun, istəyirəm. Onu da xatırladım ki, mən o Ukrayna Kasmas kəndinə gəlmişəm. Yəni ki, elə bir belə tədbirlərin 28 il aparıcısı, ssenari müəllifi və təşkilatçısı olmuşam. Bir şəhid ailəsinə getdim. Xahiş edirəm, sakitçiliyə riayət edin. Xahiş edirəm. Təbinin axırı Dedi ki, ana dedi ki, mənim Poladımın qonağı gəlib. Sakitçiliyə riayət edin. Getdim, Zülfüqar Abışovun ailəsinə. Atası dedi ki, qoy anası danışmasın. Mən danışım, anasının ürəyi xəstədir. Birazdan ana gəldi, dedi ki, yorulma almadan evladım haqqında danışa bilmərəm. Deyir, gecə saat 3 idi, hərbi komissarlığın işçisi gəldi, deyir, qapıya deyir. Dedi ki, Zülfüqarı oyat, komissarlığa çağırdılar. Deyir, getdim, baxdım, elə bildim ki, oğlum deyir, son yuxusunu yatır. Duymadım oyatmağa, səhər saat 8-də deyir, oyatdım. Dedim, Tacəddin dayı deyim ki, pasportunu gətirib komissarlığa gəlsin. Qoy əbədi eşq olsun, ölməz qəhrəmanlara, bu ellərin yolunda canını qoyanlara, igidlərə, ərlərə, ölməz hünərvərlərə eşq olsun. Zaman gəlib ötüşür, onların üzlərindən qəribədir bu cahan. Ötər bahar, ötər qış, yada salın. Bu hörmət, bu ehtiram ən müqəddəs diləkdir. Bu hörmət, bu ehtiram ölülərdən daha çox dirilərə gərəkdir, dirilərə gərəkdir. Vətən ürəkdən cana gedən cığırda, çiyində daşınan Azərbaycandır. Esmira xanım bugün Azərbaycanı çiyninizə almış kimi bu tədbiri siz apardınız. Mən belə təşkilatçılığa, belə bir zəfər bayramını təşkil etməyə görə sizə təşəkkür edirəm. Gözəl günlərdə görüşək. Çox sağ olun. Teşekkür edirəm, var olun. Və tədbirimizdə Alican müəllim iştirak edir. Sözü vermək istəyirəm Alican müəllimə. Əsəfə müəllim tədbirimizə uzaq yoldan gəlib bilirəm. Amma şeir qiraət eləyəcək. Ona görə çalışıram ki, o birisiləri Mənlə sona saxla, sona saxla. O da anlamdadır. Hər birinizi salamlayıram. Şəhid anaların qarşısında baş əyirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, ruhları şad olsun. Qazilərimizə san sağlıq arzulayıram. Və şəhidlərə aid yazdığım şəhidlər şeirini səsləndirmək istəyirəm. Şəhidlər, sevdilər vətəni, anaları tək, qurban elədilər canı şəhidlər, ömrü, yaşamağı etsələr də tərk, hədər vermədilər anı şəhidlər. Oldular torpağa yaraşır, bəzək, tökülən qanlara biz necə dözək, mərmər sinələrə qərənfil düzək, qazanıb şöhrəti, şanı şəhidlər. Olmadı onlarda qorxu xəyanət, hər biri göstərdi əzm dəyanət, gələcək nəsilə etmiş əmanət, azadlıq günəşin danı şəhidlər. Şeytan doğulubdur qaş atmaq üçün, namərd yaranıbdır daş atmaq üçün, vətən torpağını yaşatmaq üçün torpağa verdilər qanı şəhidlər. Allah rəhmət eləsin. Çox sağ olun. Teşekkür edirəm, çox sağ olun. Əsəfə müəllimə söz verək, sonra tədbirə çağırında gəldik. Mən sona qaldım. Yox, hələ sizdən sonra söyləməli Xahiş edirəm, sakitçiliyə riayət edin. Çox xahiş edirəm. Çox xahiş edirəm. Çox xahiş edirəm. Mən də səsizlik təqdim edirəm. Mən də biraz əsəbi bəzəyim. Əsəfə müəllim gətirib çıxışını eləsin, onu dinləyib sonra. Hə, yaxşı. Dağışmır, mən genəldə çoxu gedir. Əvvəla mən burada əyləşən bütün şəhidlərin qarşısına başlayım. Mən yardım dalında yaşayıram. Söz yox ki, mən deməli, vətən müharibəsi başlayandan xalqın millətin içindəyəm. Hərbi komissarın önündən gedən vətən oğlan yola salmışam, Quranın altında. Allah bütün şəhidlərimizi İmam Hüseyin məktəbindən ayrı salmasın. İmam Hüseyin də oğlu deyildi, Kərbəlayi şəhidi. İlk şəhidlərindən Əli Əkbər idi. Əli Əsgərdir, 6 yalı qundalın nə cəsidir, nə canı var, nə cəsiri var. Bayram mənim.
Bu şəhidlik məktəbi yüksək məqamdır, zirvədir. Mən bu məclisdə belə toplantıda mənə yad deyil. Çünki bu işin içindəyəm, bu işin iştirakçısıyam. Mən qələm adamı kimi yardımda fəaliyyət göstərirəm və mənim səhifəm var Facebook səhifəsində. Gedin açın, Əlisabah Əhmədoğlu. Görün orada mən bir dənə şey paylaşıram ya başqa. Hər birisi şəhid haqqındadır. Şəhidlərin tədbirini elan edirəm, yığıram, toplayıram, adamlar mən aparım. Yəni belə iş alır olsa da o 20 şəhid gəldi yardımda o deyim. O anaların, ataların nə çəkdiyini bir Allah bilirdi, bir özləri bilir. İndi bu məclisin sonudur əzizlərim. Mən Esmə xanım haqqında bir kəlmə deyim, sonra da çalışacağım getmək. İki dənə şey deyəcəm. Vaxt almır, bu olun sizə. Yox. Axırıncı, əgər bizim vətən övladları o ağır vəziyyətdə, döyüşlər, zanlarla, qanla keçirək, baxın, canlı şəhidlər otururlar. Biz onlarda artıq döyürük. Vətən yolunda canlı qurban vermiş böyle oğullar var. Canlı bunlar dikək. Allah bütün şəhidləri ondan şad eləsin. Qalan qazilərə, deyərlər, o vətənin qeyrətli, cid övladlarına Allah acil şifa versin. Mən bir şey deyəcəm. Burada axırıdır. Esmə xanım, mən tanıyıram. Facebook səhifəsində. Amma izləyirəm. Mənim qəlbimə, ruhuma yaxın o adamdır ki, məhz şəhid ailəsinin yanında. Şəhidin bir dəqiqə, bizdə bir şəhid valideyni vardı, atası deyirdi ki, mənim maddi cəhətdən ehtiyacım yoxdur. Bizim rayonda qoyub başarılı olmasın. Bir şəhidimiz tank komandiri idi. Yandı, dəl təzələmirəm, yandı, külü gəldi Bedirədə. Bilmir, indiyə qədər bilmir. Mən o evlərdə mən gəzirəm, bilirəm. Ata indi bilmir. O vəziyyətdə heç kim bilmir. Adamlar alacam mənim ev oğlum bir yerində. O vəziyyətdə görünə dedi. Mən aparacağım, mən orada yanlarındayım. Dedi ki, əgər bu millət bu xalq gəlməsə də ürəyi partlayar. Xəbəri yoxdur onun kürəkəni, yəni o yaxın hadisə içində olan adamlar bilirdi o uşaq, o şəhid nə gün. Allah hamısını yumuşadı qəçin. Şəhid ata ailəşi burada. Əgər belə məsləhət deyilsə, Həzrət Yusuf Kinon baxmışsınız, damdır, elə deyil. Yaqub Peyğəmbər 40 il, Yusuf Peyğəmbər sunan 40 il. Övlad dərdi böyüdür, Allah sizlərə səbir versin. Biz ancaq sizlərə təsəlli verə bilirik. Geliyor Allah sizlərə səbir versin. Başınız sağ olsun, o bizim Məşhad Badat şair var, deyir ki, salam şəhid atası. Necə də qurulursan, dağ boylu oğlun gedib, yenə də dik durmuşsan. Əlbəttə dağ boylu oğlu verir bu atalar, analar. Atalar çöldə baydadır. Mən həmişə hiss edirəm. Mən tək yardımda yox. Mübariz İbrahim Mamlatası Ağakərəm rəhmət etdi, gəlib iştirak edelim orada. Və gördüm. Onun anasını, deməli, Mübariz İbrahim Mamlatasının əllərini öpürəm. Seydün də Ruşal olsun. Ben gördüğümü gördüm. Yani bu mənim gözüm yox. Mən sizin ovqatsız dəyişmək üçün Esmə xanım mənəvvəl şairədir. Mən onun şeirini dedim, sonra bir dənə şeir oturacağım. O qurbanım sizə sona qalan görək yolunda olsa məni dinləyir. Biraz yolundan çıxaq. Allah sizləri dərb etməsin. Mənim nə işim var özgəsi ilə? Yanımda qəlbimin sayı var. Verib öz qəlbini mənə əbədi, o da bu dünyada tək mənə yarsın. Mənim nə işim var özgəsi ilə? Gözümün pərdəsi yarla yumulur. Mən mühür vurmuşam onunla qəlbimə. Hələ də qəlbimdən sevgi umulur. Mənim nə işim var? Mənim nə işim var özgəsi ilə? Bir sevgi var gözlərimi bağlayan. Dolayır qolunu boynuma mənim, tutub ürəyində bərk-bərk saxlayan. Mənim nə işim var özgəsi ilə? Mən ömür sürəcəm doğma kəsimlə. Mən ona sadiqim. Onu sevirəm. Sevəcəm, verdiyim son nəfəsim. Sağ ol şair, eşq olsun.
bax, mən də yazıram, şəhidlərə çox yazmışam. İndi Allah qismət edəcək, publikasında və şehirdə çap edəcəm. Mən üçün bax, burada götürdüm, mənə fərq eləmir, şəhiddir. Biləsuvar şəhiddə mən üçün əzizdir, Beyləqanda, Biləsuvarda, Tovuzda, Qazaqda, bütün bölgələr. Dərdiz dərdimizdir. Dərdizə qurban olun. Bağlarınızın qəbrinə, məzarına mən qurban olun, özüm reis. Yazmışam şəhidin atasının dilində. Daşdan boylanırsan, baxırsan. Surətin gözündən getmir, ayol. Anan gözü yaşlı, baxır şəklinə. Qəm rüsadadan itmir, ayol. Toyunu görmək də olmadı qismət. Bəylik libasını saklamıştım ki